xoş gördük hər birinizi. Bu Ramazan rayhəli, bu mübarək Novruz çərşənbələri ilə zəngin olan bir dönəmdə salamlayıram. Sizə söz verdiyimiz kimi hər çərşənbə günü bizim veriliş olur və bugün canlı yayıma bir saat öncədən başladıq. Qonağımız, həm söhbətimiz daha doğrusu Kəmalə Mürsəlovadır. Azərbaycan çapında sayılıb seçilən numeroloqlardan, rəqəmşünaslardan biridir. Bugün çox maraqlı mövzumuz olacaq. O cümlədən sizin də suallara cavab verəcəyik. Eksprompt analizlər də olacaq. Amma bugün Kəmalə xanımla belə məsləhətləşdik ki, uşaqlar üçün bəzi analizlər eləyək. Çünki gələcəyimizdir. Uşaqlarla bağlı ciddi problemlər var. Onların seçim yollarında, onların tərbiyəsində, onların həyata atılmasında həm psixoloji, həm numeroloji, həm mənəvi hazırlıq üçün düşünürəm ki, Kəmalə xanımın böyük köməyi olar. Amma hələ ki mövzumuza başlayaq, siz də yavaş-yavaş suallarınızı, fikirlərinizi yazarsınız. Çünki dünyamız insanın yaşaması üçün, insanın ali səviyyəyə qalxması üçün müxtəlif sistemlər mövcuddur. Demək olar ki, bütün elmlər, bütün sahələr insanın inkişafına xidmət edir. Coğrafiyasına tutmuş fizikasına qədər. Fizika, metafizika, psixologiya, parapsixologiya, astrologiya, o cümlədən son zamanlar tək Azərbaycanda yox, dünyada populyarlaşan numerologiya. Numeroloji analizi demək olar ki, hər bir insan düşünürəm ki, hazırlanmalıdır. Çünki çox kömək edir. Mən kimi adama bu Kəmalə xanımın hazırladığı o rəqəmşünaslıqla bağlı tendensiyalar yardım edirsə, kömək edirsə, indi düşünürəm ki, məlumatı olmayan, biraz özünü geridə qalmış hesab edən bu inkişafdan adamlara çox böyük köməyi dəyəcək. Xoş gördük Kəmalə xanım. Xoş gördük Səbuhi müəllim. Bu gözəl Ramazan günlərində nə yaxşı ki, görüşdük sizlə. Allah oruclarınızı hər bir kəsin, izləyicilərə deyirəm. Oruc tutanların orucunu Allah qəbul eləsin. Güc qüvvət versin Allah. Allah hidayət versin, Allah ixlas versin. İnşallah yəni hər kəsin orucu qəbul olunsun. Yəni elə bir aydır ki, hər kəsə tövsiyə eləyirəm ondan yararlanmağa. Ondan sonra yəni əlimizdən uçub gedəcək, qaçacaq, gedəcək. Yəni o nə qədər ki əlimizdədir, ondan istifadə eləmək hər kəsə nəsib olsun inşallah. İnşallah. Və sistemdir. Amma bütün bu sahələr bir insanın belə də ayaqda durması üçün, dünya ilə yaxşı mənada mübarizə aparması üçündür. Sizin bu sahənin də bir sistemi var və unikal bir şeydir. Siz ilk dəfə sizlə o barədə danışanda az-maz məlumatımız var idi. O vaxt Matrix deyirdilər, nə bilim başqa şeylər deyirlər. Artıq o 90-larda qaldı. İndi yenilənir. Dünya, zəka, insanın təfəkkürü, o cümlədən texnologiya, hətta qalaktikamızda get-gedə dəyişir, mükəmməlləşir. Amma bəzi insanlar o köhnə qafada qalır. Pis mənada yox, yəni təhqiramiz demirəm. Yəni anlayışı tam yoxdur deyə qalır. Amma keçən dəfə bu sistemlə, bizim bu qoşulduğumuz sistemdə geridə qalmamaq üçün nələr eləmək lazımdır, siz çox gözəl izah verdiniz. Başlayaq, yəni keçən dəfə 9, 10, 12, 13 hətta formaların dediniz deyəsən. Amma yenə də bitməyib. İstəyərdim mən susam artıq, siz də danışasınız. Sistemdən nə qədər danışsam bir o qədər həm maraqlıdır, həm də qutaran deyil. Çünki sistemin qanunlarından danışmışıq sizlə. Öncə onu deyim ki, siz uşaqlara toxundunuz, yəni uşaqlar haqqında dediniz. Yəni o qədər vacibdir ki, o qədər lazımlı bir şeydir ki, doğrudan da, yəni məndən olsa hər bir ana öz övladlarına numeroloji analiz elətdirməlidir. Yəni çox da gözəl nəticələr əldə eləyirik. Öncə onu deyim ki, hələ sistemə başlamamış. Belə deyim ki, hətta biri var ki, kiçik yaşlı uşaqlar olar, 5 yaşında, 6 yaşında, 7 yaşında. Bir də var biz indi cinsi yetkinlik devrində, ərgən devri deyirlərdi ona, olan uşaqlarda bir həftə ərzində aldığımız gözəl nəticələr çox sevindiricidir. Yəni inanın ki, bunun geri dönüşü ki, Kəmalə xanım bir həftə keçib analizimizdən, amma uşaq o qədər dəyişib ki, inanırsınız, mən onlardan da çox sevinirəm ki, yəni bu nə qədər gözəl. Halbuki xala ana xəstə idi. Xala elə bir vəziyyətdə müraciət eləmişdi ki, Kəmalə xanım bu uşaq nə sözə baxır, nə ipə-sapa yatır, ya dərs oxuyur, ya deyir ki, ümumiyyətlə heç kimin sözünə baxmır. Mən yəni 15 yaşı vardı uşağın.
Var. Yəni rayonda yaşayırlar, nə ana sözünə baxır, nə heç kimin. Yəni burada mənəm Bağdadda Kor Xəlifə, bax belənçinə gəzir uşaq. Yəni uşağa gözəl bir analiz elədik. Mən hələ bunu onlayn şəkildə dedim bircə-bircə bu söhbətlərə, bu göndərdiyim səslərə uşaq qulaq assın. Ona verin qulaq assın. Çünki analiz edəndə də gördüm ki, uşaq oxumamağına baxmayaraq, yəni ağıllı uşaqdır, gələcəyi də parlaqdır. Yəni biri var ki, yəni bu adam dərk eləyir. İndi bütün dərk eləyənlər hamı dərsini gözəl, yəni bilib gedib alim, illaha, institut oxusun. Yəni bəlkə də oxuyacaq bir neçə ildən sonra. Hələ ki bu başqa bir mərhələni keçir. Yəni orada o uşağa həm verdiyim motivasiya, həm etdiyim analiz, həm onun gələcəyi haqqında dediyim sözlər ki, mən dediklərimi edərsənsə sən bu yola çıxacaqsan. Uşağa necə təsir eləyibsə, uşaq dəyişməyə qərarı alıb və bir həftə ərzində tamamilə, yəni o qədər razılıq elədilər ki, mən özüm də bundan sevindim. Bu bir. Sonra başqa, məsələn, analar var ki, uşaqlarını tanımır. Tanımır uşağı. Yəni uşağın bəzi tərəflərini deyəndə, bu buna görə imiş, ya bu belə imiş, uşaqları analarına tanıtdırır numerologiya. Və əgər ana bilsə o barədə numerologiya haqqında biraz düşünürəm ki, artıq yavaş-yavaş vaxt çatıb. Yəni elə bir eğitim ki, yüngül bir eğitim hazırlamaq analar üçün numerologiyanı ki, ana, hər bir ana o eğitimi alandan sonra öz övladına, özünə, yoldaşına, nə bilim mən, ən yaxın adamlarına həmən o analizlə bir çox şeyləri ortalığa çıxarda bilsin. Karmasını, bilinçaltı qorxularını, sonra çakraların vəziyyətini, yəni belə bir şey. Amma mən üzrüstə bir şey deyim ki, əslində deyirsiniz, uşaq təsir edir. Əslində məncə o təsirdən daha çox uşağın özü haqqında bir bilgi var. Özünün bəlkə də xəbəri olmayan, bəlkə şuur altına. Bəli. Və bunu valideyn heç nə demir. Bəzən nənə, baba, ata, ana danlayır filan, amma buna ayrı cavab lazımdır. Siz onun o şuurundan, bəlkə də aurasından kənarda olan bilgini qoyursunuz qabağına ki, sən nə edirsən, sən busan. Dərhal bax, mən neçə dəfə canlı görmüşəm də siz hazırlayanda, uşaq artıq gör, valideyni deyən demir, tanımadığı bir adam, necə mənim düşüncələrim ən azı indiyə qədər olan düz deyirsə, bundan sonraki istiqamət də düzdür. Başlayır, deməli mən, siz çox adam, o deyir, kədərə bürünmüş dünyamızın təklənmiş sakini kimi hesab edir, elə bil mənim başıma gəlir. Amma ona deyəndə ki, sən tək deyilsən və çoxdur sənin kimlər və çıxış yolları da var. Onda başlayır aktivləşməyə. Bax, bu o təsir əslində məncə odur. Özünü özünə tanıtdırandan sonra nə var ki? Əlbəttə. Yollarını da xüsusən deyirsiniz siz. Nə qədər ora səs atırsınız, qoy özü qulaq asın. Təbii ki, onda təsir edir. Çünki mən ona deyirəm, bax bu yolların, sənin yolların budur. Bu yollarla get, sən bax filan vaxtı filan şey alacaqsan, bu vaxt bu olacaq. Bütün yəni istədiyi hər bir şey doğrudan da, yəni onun hədiyyə kimi var orada. Amma yol, o iki yolu da ikisini də göstərirəm. Sən buradan getsən, sənin o həyatındakı hədiyyələr hamısı sənin olacaq. Yox, bu bir yolla getsən, yəni belə, doğruda onu düz dediniz ki, nənə, baba, ana danlamaq uşağı, ay pisdir, ay nə bilim mən, yəni uşaq heç ipə sapa yatan deyil. Uşaq da ancaq bunları eşidir, deyir ki, onsuz da məndə nə var, yəni elə qoy, onsuz da mən buyam da. Suallar gəlir, suallara keçək, yoxsa hələ ki mövzudan danışaq. İlk sual gəlib. Nə sual? Mənsur Piriyevdən 6-sı 1-ci ay 2009-da deyir, oğlum doğulub, deyir, onunla necə deyir, onu necə tərbiyə edeyim? Onunla necə yəqin ki, münasibətini istəyir ki, onunla necə bir münasibət. İndi onları həm yazaq, həm danışaq, həm də ki, zaman-zaman... 6 yanvar 2009 yazın. Dəyərli izləyicilər, siz də bəyənin, paylaşın, suallar varsa övladlarınız. Yəni, burada təbii ki, hamısını eləmək olmur, orada çoxlu nüanslar var. 2009, nüanslar var, amma ilkin olaraq, eksprompt şəkildə, nə mümkünsə Kəmala xanım deyəcək, amma belə ayrı-ayrılıqda da müraciət edib daha ətraflı deyə bilərsiniz. Sadəcə övladınızın doğulduğu günü, ayı, ili yazırsınız. Burada da bacardığımız qədər. İndi kimsə təbii ki, çatdırmaq olmur bəzən. Çünki söhbətimizin öz mövzusu da var. Çünki bu dünyanın
Biz əslində bu kanal vasitəsilə, Kamala xanımın vasitəsilə istəyirik insanların, xüsusən də bu yeniyetmələrimiz, balalarımız gözəl həyat yaşasın. Bunu 70-ci illərdə Yaponiya eləyirdi, 60-cı illərdə nə bilim Avropanın bir çox ölkələri eləyirdi ki, bu gün onlar texnologiyada, bilgidə, səhiyyədə, idarə etmədə ən yüksək səviyyəyə çatıblar. Onlar dünya ilə öz içlərinin vəhdətini yaradıb rahat idarə edə bilirlər. Dünyanın istədikləri ideyanı həyata keçirə bilirlər. Yoxsa bizdə bunlar yoxdur deyə içərimizdə qalır, bizi yandırır. Biz bunu niyə eləyə bilmirik, niyə geridə qalır? Bax, əslində ən böyük bizim mahiyyət işimizin, söhbətimizin mahiyyəti budur. Əslində bu uşaq deməli 9 rəqəmi ilə yaşam yolu 9-dur. Ola bilsin ki, bu uşaq ümumiyyətlə hər kəsə yaxşı münasibət, hər kəsə yardım eləmək istəyi var bu uşaqda və belə uşaqlar ümumiyyətlə bunlara analiz, numeroloji analiz lazımdır. Niyə? Çünki onlar hər kəsə enerjini ötürərək özləri neqativ enerjini götürə bilirlər. Və bu uşaqda karma 6-dır, yəni ailə karması. Belə deyək də, əgər bir uşaqda ailə karması varsa, o həmişə evdəki vəziyyəti, atası ilə anasının münasibətlərini, evdə olan vəziyyəti tənqid eləyəcək. Razı olmayacaq. Yəni bəlkə də zaman-zaman mən atam kimi olmayacağam, mən anam kimi olmayacağam, mənim ailəm tamam başqa cürə mükəmməliyyətçi ola bilər bu uşaq. Özü də ayın 6-sında doğulub. Bundan necə eləmək lazımdır? Onun güvənini qırmaq olmaz. Çünki bu adamın bilinçaltı deməli qorxusu 7-dir, 7 güvəndir və onun belə deyək, bilinçaltında belə bir kod var ki, heç kimə güvənilməz. O da nə olur? Güvənsiz bir insanları onun həyatına çəkir. Ona görə də gərək Mənsur bəy idi də uşağı ilə elə bir davransın ki, uşaq bir dəfə də olsun ondan mənfi bir şey görməsin və ona çox güvənsin. Necə ki biz deyirik, Allahım sənə sonuna qədər güvənirəm. Yəni belə əstəğfurullah, əgər bizim Allahımız yerdə də bizim Allahımız, biz həmişə deyirik ki, ata sən, ata, ana yerdə Allahındır. Amma yəni bu sözü deməkdən çəkinməyin. Çünki çox adam deyir, əstəğfurullah, o sözü necə deyirsiniz? Yəni, bəli, uşaq bilməlidir ki, mənim burada, bu evin içində Allahım, atam, anamdır. O dərəcədə onları saymalıdır. Amma ümumilikdə, yəni biz bunu metaforik deyirik. Bunu hər kəs anlasın. Ona görə də uşağın güvənini qırmaq olmaz. Bu uşağın gələcəyi yaxşıdır. Əgər doğru, düzgün yolla gedərsə, pul para onun başının üstündədir. Burada yazmışsınız Mehbara xanım, 5 yaşlı uşaq, 5 yaşlı uşaqdan getmir söhbət. Doğum tarixini dəqiq yazın da, günü, ay. 5 yaşlı hər rəqəmə mənsub olan uşaqlar. Doğum günü, ayı və ili. Uşaqlar ola bilər. 16 oktyabr 2016-da var. Sveta Babayeva yazır ki, mənim oğlan da 16 oktyabr, yəni 10-cu ay, 2016-cı. Deyir, bu uşaq haqqında nə deyə bilərsiniz? Öncədən təşəkkürlər. Bu daha çox mən istəyərdim belə münasibətləri deyilsin, uşaqların formalaşması. Bəli, o uşağı necə tərbiyə eləmək, o uşağa necə təsir eləmək. 9 yaşı var, 10 yaşı da tam olmuyor. Yəni hər halda elə əsl vaxtıdır. İlkin olaraq məlumatları verər, sonra da siz hesablayana qədər biraz da danışaq dəyərli dostlar. Bir daha kim oruç tutursa, orucunu Allah qəbul eləsin. Bu oruçdur, bu bəzi ilahi rituallardır, ənənələrdir. Bunlar da bizim əslində sağlamlığımıza, bizim həyata baxışımıza, gümrah olmağımıza xidmət edir. İndi Kamala xanım izləyicilər bəlkə eşitmir. Mən həmişə deyirəm, başqa o xırda detalları qoyaq bir qırağa. Cəmi əsas 2 şeyə görə orucu tutmağa dəyər. Bir Həzrət Peyğəmbərimiz deyir, oruç tutun, sağlam olun. Bir buna görə ən azı tutmaq olar. Bir də Allah Taala deyib ki, oruç tutun, onun mükafatını mən verəcəm. Bax, bu 2 amili əsas tutun. Elə biz də həmin o deyilmiş, o unikal sözlərin cığırı ilə gedib öz bildiyimiz sahələrlə sizlərə belə də müsbət enerji verməyə çalışırıq. Deməli, bu uşağın da karması, yəni o bütöv, yəni geniş karması 6-dır. O da ailə karmasıdır. O da ailəni demək olar ki, hər bir şeyə mükəmməl baxır. Ailəni ümumiyyətlə 6 ailə deməkdir. Gözəllik, sevgi, insanlar, kişi-qadın arasında olan münasibət. Yəni bu uşaq gələcəkdə belə deyək də, bax bu uşaqlar, bu Mənsur bəyin də, ondan sonra bu xanımın da övladı
Məsələn, oğlandırsa, qadın əks cinslər tərəfindən sınanmaq, qadındırsa, kişi, yəni əks Kişi cins tərəfindən sınanması, yəni o olur. Yəni sevgidəmi, yoxsa ailədəmi? Yəni bunu bilməlidirlər ki, yəni bu analizdə mən bunun üstündə çox danışıram. Buna çox, çünki ən çox danışılası bir karmadır. Çünki bu adamlar həm də mükəmməl olmaq istəyirlər, mükəmməl istəyirlər hər şeyə, ən çox da ailə cəhətdən. Və 7 rəqəmi ilə bu dünyaya gəlib, 7 isə yəni demək olar ki, 0-9 yaş arasında bu uşaq çox xəstələnib. Özünüz də yazın, ha, təsdiqləyirsiz ya yox. Əminəm ki, təsdiqləyəcəksiniz, çünki burada başqa variant yoxdur. Amma 0-9 yaş arasında bəli, qəflətən xəstəliklər falan filan, belə şeylər ola bilər. Biraz lider ruhlu uşaqdır. Yəni o heç olmasa məktəb illərində 18 yaşına qədər lider ruhunda. Ümumiyyətlə bu uşaq lider olarsa huzuru oradandır bu adamın. Amma bu uşağın əli, ayağı ruzili bərəkətli, özü də ümumiyyətlə uşaq ruzili bərəkətli uşaqdır. Yəni bu da bu uşağa normal numeroloji analiz edilərsə və onun yoluna qoyularsa, bu uşağın da gələcəyində əmlak, pul, para, hər bir şey, yəni onun o getdiyi yoldan asılıdır ki, çünki özü də 8 rəqəmi ilə bu dünyaya gəlibdir. Yenə var, bitdi də yəqin ki. Qubad, demək Zülfüqar Qubadda 2 övladınız yanımız, amma gəlin 11-ni biraz böyük, o birisinin hələ 6 yaşı var, 10 yaşı var. Belə deyək. Amma 2011 təvəllüdü. 11 fevral 2011. Bir uşaqdır. 29 sentyabr 2015. 2011 indi 15 yaşı var da. Hə. 2 uşağı birdən yazıb, sildi. Nəsə yazdı, sildi. Elə bir yox, birincini öncə onu deyim ki, 2-ci ayda doğulan uşaqlar anasının karmasını da götürür. Yəni mən analiz edəndə ananın da doğum tarixini götürürəm, onu da demək olar ki, analiz edirəm və oradan da baxıram ki, anadan nə götürüb bu uşaq? Mütləq. Və çox, deməli 80% uşaqlar əgər ananın karmasını götürürlərsə, ana ilə sözləri düz gəlmir. Çox vaxt düzdür, sevgi olur. Ana-bala arasında sevgi var, amma çox vaxt mühakimə eləyər anasını. Yəni belə deyək də, ana ilə keçinməz. Burada isə 4 rəqəmdir. Siz danışın, indi mən bunu bitirim. Yox, siz burada yazanlar var. Bir də konkret biraz sualları konkretləşdirsəniz yaxşı olar. Yəni burada elə hər baxan götürüb təvəllüdləri yazanda biraz çətin olur. Kimsə sırf sağlamlıqla bağlı deyir, kimsə münasibətlərlə deyir, kimsə yazır ki, mənim övladım budur, razıyam, hər şey yaxşıdır, lap yaxşı. Biz də biraz da ona dəstək verək. Ona görə burada baxıram, ancaq təvəllüdlər yazılıb. Bir də bu çox böyük yox, uşaq artıq da 92-90-cı illərin təvəllüdünü yazanlar var. Bu biraz gedir. Bugün dedik, yaxı uşaqlara, yeni yetmələrə, məktəbli yaşı olsa daha yaxşı olar. Onlara baxacaq. Çünki 90-cı il artıq bugün 35-36-cı yaşa keçir. Biraz... Bu kim idi bu uşaq? Bunu Zülfüqar Qubad adlı biri yazıb. Bu da 8 rəqəmi ilə gəlib bu dünyaya, 11 rəqəmi ilə, yəni doğum günü 11-dir. Yaşam yolu 8-dir. Yaşam yolu 8 olan, yəni əslində aurası açıqdır. Biraz, yəni 2 dənə 2 rəqəmi yan-yana, bu çox verici uşaqdır, həddindən artıq. Bir də özgüvəni, elə bu ikilərə görə də onun özgüvəni yoxdur. Həm də karması özgüvəndəndir. Yəni, baxmayaraq ki, onun PIN kodunda çoxlu 1 rəqəmi var, 3 dənə 1 rəqəmi var. Bu isə ona asıllıq yaradır. Yəni, nədənsə bu dünyada, bu həyatda özgüvənini yerinə qoymaq üçün nədənsə asılı olacaq bu adam. Ya insan münasibətindən, ya çaydan, kofedən, yeməkdən, nə bilim, siqaretdən, içkidən, Allah uzaq eləsin. Yəni, bu şeylərə fikir verilməlidir ki, bu uşaq, yəni böyüdükcə nədənsə asılı olmasın. Özgüvəni nədənsə asılı olmasın. Bunun üçün də sizə müraciət etmək lazımdır. Bəli, çünki buna geniş, bax belə olanda geniş analiz lazımdır. Çünki bəli, indi bu təsəvvür edin ki, mən bunu çakralara düzsəm, bu burada 3 dənə, 4 dənə 1 rəqəmi var. O da yəni yaxşı bir şey deyil. Bir də güvən yoxdur. Bu uşaq bunlarda güvən aşağı olur. Dəmir qanın analiz edirsən, dəmir aşağı olur. Yəni aşağı ətraflarda problemlər olur. Ona görə yəni belə deyək, lazımdır ki, yəni özgüvənini yerinə qoymaq üçün bir çox şeylər. Yəni bu 15 yaşı var artıq. Yəni ona görə bax mən deyirəm ki, həmişə biraz erkən yaşda analiz olunarsa uşaqlar çox şey eləmək olar. Məsələn, uşaq kiçik olanda onun özgüvənini yerinə qoymaq üçün mən deyirəm ki, üzbəüz oyunlar, məsəl üçün şahmatdır, şaşkidir,
bax belə elə bil ki, tennisdir ki, qələbə çalsın orada, qabağa getsin, bir şeyi ortalığa qoya bilsin. Uşağı yönəltmək üçün ki, özgüvən yerinə gəlsin. Deməli, əziz izləyicilər, bu veriliş canlı gedə-gedə təəssüf ki, vermək olmur, amma digər verilişlərimizdə Kəmal xanımın nömrəsi yazılıb. Bir də aşağıda veriliş bitəndən sonra aşağıda şərh yerində Kəmal xanımın nömrəsi gedəcək. Müraciət edə bilərsiniz orada istədiyiniz bir sualla, xüsusən də uşaqlarla bağlı. Burada bir maraqlı bir sual da görmüşdüm. Böyük adamlar da göndərə bilər. Biz uşaq dedik, yəni daimi izləyicimiz var. Sizi də sevənlərdən biridir. Ziyalı xanımı Səfura Fərhadova. Deməli 9 oktyabr oğludur. 9 oktyabr 2004. Onu soruşur. Yəni doğrudan da bizi həmişə dəstəkləyən, hər Allah kömək olsun. Videomuzda öz ürək sözünü yazan biridir. Onu da deyin, sonra biraz mövzumuza toxunaq, sonra yavaş-yavaş belə deyim, davam edərik. Dəyərli dostlar, bir də bilmək istərdim, bu aranızda ümumiyyətlə oruç tutan varmı? Necə gedir oruçdur? Artıq bugün təngariyə çatırıq. İnşallah bir şey qalmayıb. 15 gün oldu. 15-ci günə keçirik indi. Özü tez getdi, yaxşı, maraqlı getdi bu dəfə. Artıq bir 5-6 günə son 10-cu gün gəlir və Qədir gecələri gəlir xüsusi olaraq. Hər 10 günlük bir missiyası var. Bitdisə, yoxsa... Deməli, bu uşaqda karma 7-dir. 7 güvəndir. Burada çox şeylər var. 7, bu, yəni 2004-dür də, bu neçə yaşı var bu uşağın? 2004-ə 22-yə keçir. 22-yə artıq böyüyübdür. Yəni fikir vermək lazımdır ki, heç olmasa Allah ilə təması olsun. Yəni dua etməyə bacarsın. Heç olmasa, yəni Allaha yaxınlıq mən demirəm ki, məcbur eləmirəm heç kimi get namaz qıl, mütləq oruç tut. Yəni heç olmasa dua eləməyə bacarsın. Amma yenə namaz qılırsa, meditasiya eləyirsə, oruç tutursa nə gözəl. Çünki 7 mənəviyyat deməkdir, üst bilinç deməkdir. Belə deyək, təpə çakradır. Və mütləq Allahla birlik, bağlılıq olmalıdır. Bir də güvən. Bu uşaqlar, yəni əgər bu 7 rəqəmidirsə, onda da belə bir kod var ki, heç kimə güvənilməz. Ona görə də bilinçaltı onun deməli qarşısına güvənsiz insanları çıxardar. Orada da onlar bir kod deməlidirlər. Allahım sənə sonuna qədər güvən. Ümumiyyətlə, nə etməlidir bu adam? Təslimiyyətdə qalmalı, sabaha güvən. Bir də qəbul eləməlidir bir çox şey. Yəni təkamül eləməyə gəlir. Bu adamın 3 dənə 7-si var. 3 dənə 7 varsa, yəni bu belə deyək də mütləq təhsil almalıdır məncə. O da olarmı yoxsa? Təhsil dəyişmək üçün heç olmasa təhsil, yəni alsa da olar, almasa da olar. Burada təhsildən getmir söhbət. Burada yəni bu adam əzmkar, mətin, iradəli insan olmalıdır ki, o təkamülü keçə bilsin. Niyə görə? Çünki 7-lər yuxarıda söz verib gəliblər ki, nəyin bahasına olursa olsun mən təkamül eləyəcəm. Orada xəstəlik də ola bilər, orada işinin düz gəlməməsi, aldanmalar, ondan sonra amma 7-nin yerinə qoymaq o qədər, yəni Allahla bir ol, sistemə qoşul, güvən Allaha, yəni lazım olan ibadətləri elə, heç olmasa meditasiya, o zehni yavaş, bir də bu uşaq depressiyalara həvəsli ola bilər. Yəni həvəs deməyək də meyilli ola bilər. Depressiyalara meyilli ola bilər. Huzuru 7-dir. 7 əslində mənəviyyat deməkdir, ən üst bilinç deməkdir. Yəni çox fikirləşər. Bəzən bu uşaqlar hətta çox araşdırar, gedib dinin başqa bir tərəfinə də çıxa bilirlər. Ona görə doğru, düzgün dini təhsil lazımdır bu uşaqlara. Bir də dalbadal yazır bir daimi izləyicimiz də o da, adı elə həmişə isim yazır. Deməli 22 yanvar 2010-cu il. Çox dayanmadan yazır ki, birdən gözümüzdən oğlan uşağıdır. Tamam. Onu da danışaq. Belə dəyərli dostlar, biz müntəzəm şəkildə sizlərlə canlı yayım edirik. Siz yorulacaqsınız, siz danışırsınız. Yox, siz əslində tək ki siz belə sizə xoş olsun. Müntəzəm şəkildə canlı yayımlar verirəm müxtəlif mövzulardan. Bu da biridir. Gələcəyinə, indi baxıram 60 civarında biraz qalxır 70-ə doğru, amma əslində burada bizim gələcəyimiz olan uşaqların taliyindən gedir söhbət. Dəyərli dostlar, 99 yaşı olan uşaq deyil, artıq 20 yaşdan yuxarıdır.
düzdür, valideyn üçün uşaqdır. Uşaq. Amma onları da yazarıq, eybi yox. Tutaq ki, subaylar heç olmasa varsa, indi çoxsu görsən biraz 20 yaşı keçəndə analar narahat olur ki, qızlar ya oğlanlar, oğlan övladlar ailə hələ qurmayıb, səbəb nədir görəsən. Onları demək olar. Amma biz dedim biraz o körpələri, amma deyil. 2010 22 yanvar. 22 yanvar ayında doğulduğu üçün biraz lider, məktəb illərində lider həvəsli ola bilər uşaq. 22-sində də doğulduğu üçün bu biraz bu da yəni 4 rəqəmidir. 4-lər oğlan uşağı dedisə, eləmi? Biraz belə səbirsiz, əlinə rəvac verən, yəni davakar ola bilər. Sonra karması 3-dəndir. 3-dən karma nədir? Qəbiliyyətlər olar, çox şeylər bacarar, hər şey əlindən gələr, amma onu ortalığa qoya bilməz. Görünməmək. Ortalığa qoymaq nə demək? Məsələn, gedər onu tutaq ki, ya məktəbdə, ya da ki, artıq institut qurtarıb, gedib CV verib işə düzəlmək istəyir. Orada o öz biliyini, məsələn, 3 nəfərin içərisində göstərə bilməyənlərdən biri olar ki, yəni elə adam var ki, çox şey bilmir, amma özünü göstərməyə bacarır. Bu uşaqlar isə çox şey bilirlər, bilsələr də onu göstərə bilmir. Bəli, orada özünü görünməmək, çox şeylər ola bilər. Onu biz artıq çakralarla müəyyənləşdiririk. Burada mən təkcə doğum tarixinə baxıram və azad ruhlu bir uşaqdır. O həddindən artıq başının üstündə onu belə qoy, eləmə, bunu elə deyən olarsa xoşlamaz, o azad ruhlu uşaqdır və ümumiyyətlə lider olma, yəni mən o liderliyini yerinə yetirmək gücü də, yəni belə deyək də, məsləyi də 3-dəndir. 3 isə uşaqlarla, heyvanlarla iş, yaxşı artistizm, ondan sonra egosu yüksək olan bir dizayn işləri, əl qəbiliyyətləri, bütün bunlar hamısı özü də 8-dir. 8 yaşam yolu 8 olanlar, onların aurası açıq olur insanlara qarşı. Amma haqq ədalət, bax bayaqdan gör neçə dənə 8 çıxdı. 1, 8, 2, 3, 3 dənə 8. Haqq ədalət onlara deyin, axtarmasınlar. Niyə görə? Hər yerdə haqq ədalət axtararlarsa, onlar elə haqsız və ədalətsiz insanlara rast gələrlər. O insanlar onlara dərs olar. Çünki bu dünyada, bax bu sistemin qanunlarından biridir. Əgər sən nə qədər ümumiyyətlə bir sevirsən haqq ədalət axtarmağı, oradan sınanacaqsan. Və yaxud nifrət edirsən bir şeyə, haqsız, ədalətsiz insanlara, oradan sınanacaqsan. Qarşına çıxacaq. Bax sistem biz nəyi belə deyək də sevmirik və yaxud da ki, nədən nifrət edirik, onu bizim qarşımıza çıxardıb, oradan bizə sınaq verir. Ona görə də bir şeyi həddən artıq axtarmaq ayıbı olmadı, bu filankəs düz eləmədi, o mənə qarşı haqsız oldu. Belə şeylərə əgər girməzlərsə bir müddət, o zaman görəcəklər ki, bəli, doğrudan da artıq haqsız və ədalətsiz durumlara düşmürlər. Maşallah, saysız hesabsız yazırlar. Kamal xanım deyəsən yorulmaq istəyir. Bir nəfər yazıb Nəsib adında deyir, ailəmizdən boşanmışıq, siz Allah deyin biz neyilə, biz görücü deyilik, biz nə bilək siz kimsiniz, yoldaşınız kim? Öz doğum tarixinizi, günü, ayı ilə və yoldaşınızı yazın, biz bilmirik səbəb nədir, bəlkə bayaq dediyi vərdişlərdəndir. Yox, deyir, biz neyinik, axırımız necə olacaq, biz bilmirik kimdir, nədir? Ona indi qadındır da yəqin ki, fikirləşən. Nəsib addır, Nəsibdir, bəlkə Nəsibədir, Nəsib yazıb, orasını bilmirəm. Ona görə ikinizin də doğum tarixini eyni şərtdə yazın ki, biz də görək səbəb nədir, bu elə belə olmalıymış, yoxsa necə yazıb. Allah xətrinə xahiş edirəm, nə olacaq bizim axırımız, bir kəlmə deyil. Yəni boşanıblar, indi hələ deyir ki, nə olacaq axırımız? Nəsib o 13-dür, neçədir, nəsə belə bir şey. Yazın, dəqiq yazın, bizdə Kişinin doğum tarixini, qadının doğum tarixini yazsın. Mən onları ayrıca burada belə hesablayıb, sonra onları... Çox yaxşı, çoxlu yazanlar var. Mən siz... Biz daha çox... Buyurun. Məsələ burasındadır ki, orada biz deyirik ki, məsəl üçün, siz bu yolu getsəniz, bax belə etsəniz, sizin yolunuz budur da ki, yəni boşanmamaq üçün. Bax, məsələ odur. Ancaq biz orada deyə bilmərik ki, siz mütləq barışacaqsınız və yaxud da ki, ayrılacaqsınız. Onu deyə bilmərik. Səbəb tapılar. Əlbəttə ki, səbəb tapılır və oradan tövsiyə verilir. Ki, sən nə edə bilərsən ki, yəni o ayrılıq, boşanma, belə şey olmaz. Elmir Abbasova yazmışsınız, amma bu taleyi, biz taleyi deyə bilmirik. Bu adamın xarakterini, yaxud da
çatışan, çatışmayan məsələ. Siz artıq elə bilirsiniz, biz görücü Kimin falanıq. taleyini istəyirlər? Bir tarix deyib 8 yanvar 99-cu il. Bu da ardıcıl yazır bayaqdan. 8 yanvar deyir. O taleyin onsuz da karmasın deyən kimi karma elə onun taleyi. Deyir Qədir gecəsi doğulmuşam. Bu hələ azdır. Qədir gecəsinə doğulmaz. Hə, deyir onda təsiri varmı? Mütləq təsiri olar. Hər halda bütün kainatın dua elədiyi bir məqamda siz dünyaya gəlib o dualı səmadan nəfəs almısınızsa, biraz ondan çəkmişsiniz, amma onun məsuliyyətini bayaq dediyi kimi karmasını, onu davam etdirə bilirsinizmi? Bax Kəmal xanımın sözündə iki əsas xətt var. Mənə doğrudan da düşündürücü bir haldır mənim üçün. Nəyə daha çox seviriksə sınaqlarımız da ondan olur, nəyə çox nifrət eləyiriksə ondan olur. Mən bir dəfə daha verilişimizdə demişdim. Bunu istəyirsiniz yazın. 8 yanvar 99 taleyindən nəsə yəqin yanvar 1999. Adam var, mən uşaqlıqda görürdüm kəndimizdə sinif yoldaşlar. Mən heç vaxt belə eləmərəm. Mənim yoldaşım belə eləyə bilməz. Ağzı nədir, hünəri nədir? Amma görsən ki, məhz onun lap tərsi olur. Hə, ya bir kişi deyir, mənim qızlarım belə, ya oğlanlarım qələt eləyər, 2 dəfə evlənər, bircə dəfə görsən ki, 4-5 dəfə evlənir. Yəni, elə şeylərdə ehtiyatlı olmaq, yaxud da Allahın yazdığı qanunları sən bilmədən onu özün qanun yazsan, öz taleyini. Özümüz bugün sabah nə eləyəcəyimiz evin təmirini belə düzənməli düşünə bilmirik. Durub taleyimizə deyirik. Nə bilim, eləsi var deyirdi ki, hələ toy bugün olur, müsəlman belə qatı müsəlman kimi idi də, radikal deyirəm mən. Deyir, yox, müsəlman 5 dəfə evlənməlidir, 5-i ilə evlənməlidir, mən belə riayət edəcəm. Deyirəm, sən niyə müsəlmanlığın o evlənən tərəfini götürürsən? Bircə dənə evləndi, elə uşaq da olmadı, indi Rusiyada ya haradasa xaricə getdi, elə orada da qaldı. Yəni, adam deməz, Allah Taala da deyər, bu birindən görsən necə edirəm. Ona görə o, belə deyim, göylərlə, göy enerjisi ilə Allahın prinsip aparmaq olmaz. Nədən çəkinirsən, deyir, qorxduğum başıma gəlir, deyirlər. Elə belə deməyim atalar. Ona görə sən oraları deməlisən, fikirləşməməlisən, qurdalanmamalısan, getməlisən. Hə, bu 99-a baxaq görək. Hə, deməli, bu xanım 37-dən birdir. Yəni ki, lider ruhlu xanımdır. Yəni, lider ruhlu olmasa da belə, bilmirəm, bu evlidir, evli deyil. Evli deyil yəqin ki. Yəqin ki. Hə, belə deyək də. Ya da çətinliyi var, evlidir, çətinliklər içindədir. Hə. Ola bilər. Ümumiyyətlə, mən bir söz deyim, bir rəqəmi ilə bu dünyaya gələn xanımlarda çox vaxt çətinlik olur. Onlar həyatlarını qurmaqda çətinlik çəkirlər, işləməkdə. Niyə görə? Çünki hətta başqa insanlar tərəfindən əzilsələr belə, o lider ruhu ki var, ona imkan vermir. Həmişə haqq ədalət axtarır. Niyə? Və işləyə bilmir, bir yerə aid ola bilmir. Yəni, bu adamdadır. Bax, görürsünüz, 3 dənə bir rəqəmi var. O 3 dənə bir rəqəmi artıq insanı bilirsiniz nə edir? Onun güvəni düşür şeyə, yəni özgüvən yoxdur demək o. Hələ mən çakraları görmürəm də, indi orada lap görünər ki, özgüvən var bunda ya yoxdur. Amma bu pinkoda baxanda özgüvən nədənsə asılıdır. Bu deməkdir ki, özgüvən yerində deyil. Özgüvən bu adam bir şeylər istəyəndə başqalarından tərif gözləyir, təqdir gözləyir. Və bu xanımda 9-dan karma var. 9-dan karma isə şəfaçıdır bu adam. Şəfaçı nə deməkdir? Özü, hər kəs gələr onun çiynində ağlayar, ona dərdini danışar, onları götürər, o özünə götürər o negativləri, onlara da pozitivi ötürər, yola salar. Çünki bunda 2 dənə də özdə 9 rəqəmi var. Nəysə, yəni, baxır o harada yerləşir. Çakranın vəziyyətini görmürəm. Mən indi çakrada bəlkə də o lap böyük şəfaçıdır. O zaman bu adama analiz belə hava su kimi lazımdır. Niyə? Çünki o, əgər o şəfaçılıq var, o şəfaçılığı yerinə qoymaq lazımdır. Ona bir xeylaq mən verirəm, məsləhət verirəm ki, nə etməlidir. Ümumiyyətlə, toksik insanlardan uzaq gəzsin. Əgər kimsə gəlib dərdini ona danışırsa, demək olar ki, sözünü yarıda kəssin, başqa bir şey danışsın. Yavaş-yavaş, yəni o, belə deyək də, qoruyucu, yəni heç olmasa evdən çıxanda ayət-ül kürsünü oxusun, gecə yatmamışdan qabaq ayət-ül kürsünü oxusun. Özü də, yəni ola bilər ki, indi bilmirəm, burada görünmür. Huzuru da 2-dir, vericidir, verici bir şey. Zaten 9 rəqəm varsa orada bu insan qarşılıqsız sevgi verməyə, hər şey verməyə hazır olan bir insandır. Onların elə problemləri də oradan gəlir. Bax, çox düz tutmusunuz. Nəsib yazan qadın imiş. Deyir, barışmır yoldaşım, adını da yazır yoldaşının.
deyir, çox çarəsizəm, məcbur yazdım. Barışmaq Deyir, bu istəmir. il barışıq olacaq, deyir, mənlə barışmaq istəmir. Siz taliyə yazan deyirsiniz, başa düşürəm, amma deyir, bu il barışıq olacağam. Ona O görə nə deməkdir? nəsib, Biz heç bilmirik onun heç tanımırıq sizi, biz Yox, necə bilək? rəqəmlərini belə bilmirik. Biz hardan Yox, bilək? bilsək də, axı bəzi şeylər var, onların özündən asılıdır. Elə bir filan şeylər eləsən barışacaqsan. Rəqəmi görsəm ki, məsəl üçün bu adamın rəqəmi heç olmasa ilin enerjisini hesablayıb demək olar. Bu il dəyişiklik olacaq ya yox. Hə, ona görə o Nəsib adlı xanım, o Kamran yazmısınız, nə yazmısınız, onun da tarixini öz tarixinizdə yazın, bəlkə elə eləyə bilək. Çoxlu yazanlar var övladlarına bağlı. 14 aprel 2012 çox maraqlanır. 14 aprel. Hə, 2012 oğlandı deyir. Çox. Bu xanım geri dönüş eləsin zəhmət olmasa görək. 8 yanvar 99. Bax o barədə kim idi indi? Çünki adlar burada çox yazıb. 200-dən çox Çünki orada rəy artıq yazan var. 9-dan o şəfaatçı olanda mən özüm onların yerinə şey olaram. Çünki mümkündür. Onun bizim numerologiyada onun çarəsi var. Yox, bəzi şeylər dəyərli dostlar, yanlış olaraq deyirsiniz. Burada taley dəyişmir. Taley dəyişmir. Sadəcə insana özünü göstərib onun qarşısına qoyur, o anlasın. Nəyi necə eləmək lazım olduğunu da bacardığımız qədər deyirik. Bəzən riayət edirlər, bəzən eləmirlər. Eləmirlərsə artıq məsuliyyət bizdə deyil. O astrologiyada da var. Uğurlu, uğursuz zaman kəsimi, yaxud da aktiv, pasiv zaman kəsimi. Orada sizin üzərinizə düşən vəzifələr var. Onu yerinə yetirdiniz, qalib çıxacaqsınız, mənfəətli çıxacaqsınız. Yox, yerinə yetirmədinizsə, onu biz nə edə bilərik ki? Belə bir məsələlər də var. 80-i keçir, izləyicilər, siz bəyənin. Buyurun. 2012, deməli, uşağın 13 yaşı var da. Hə. Ayın 14-ü doğulub, 5 rəqəmi çoxdur, 5 kökdə şamanlar var və çox azad ruhlu bir uşaqdır bu. Azad ruhlu, yəni Allah, yəni buna mənə heç nə deməyin. Belə uşaqlar adətən 5 çox olanda, onlarda da asıllıq olur, bağımlılıq olur. Məsəl üçün gələcəkdə, yəni 13 yaş bu cinsi yetkinlik dövründən sonra mən belə o qədər şeylər gördüm ki, analiz edəndə uşaq yaxşı oxuyub, böyüyüb, institutu bitirib, işləyib, sonra birdən-birə artıq yəni içkidən bağımlı olub. İçkidən bağımlı olmaq nə deməkdir? Yəni içir, amma əl çəkə bilmir. Adam var ki, bir dəfə içir, sonra illərlə yadına düşmür. Amma bu tasarımda olan uşaqlar, belə bir vəziyyətdə olan uşaqlar, onları qorumaq lazımdır. Siqaretdən, içkidən. Yəni bax bu 2014-ün o. Bəli, onlar bir dəfə siqaret çəksə öyrənəcək. Bir dəfə içki içsə artıq öyrənə bilər. Yəni 5 rəqəminin çoxluğu burada ondan xəbər verir. Bir də azad ruhlu olmağından və bu uşaqlara yer dəyişmə, bir şəhərdən başqa şəhərə getmə, ölkədən başqa ölkəyə getmə, belə şeylər yaxşı təsir eləyər. Yeniliyə falan filan belə açıq olurlar. Amma indi bilmirəm, bəlkə çakra düzümü ilə orada bir çox tərs şeylər var. Yəni bu uşağın, belə uşaqların ruhu çöldə böyüyür, çöldə inkişaf eləyir. Yəni belə uşağı evə qapatmaq olmaz. Səyyar fəaliyyət daha çox. Əksinə, bəli, onlar danışıq. Yəni danışmaqla öz pulların, paralarını qazanır. Bir də onlarda onlayn satış, məsələn, qlobal belə ölkədən ölkəyə, şəhərdən şəhərə çox gözəl onlarda belə qabiliyyətlər olur. Çox da gözəl pul, para qazana bilən insanlardır, amma bir dənə şeydən, o bağımlılıqdan qorumaq lazımdır. Bir də burada Kamal xanım çox suallar, rəqəmlər, doğum tarixi yazır, karmanın hesablanması deyir. Bəlkə bir ümumi o karma haqqında məlumat da verək. Karmanı necə hesablayırıq? Yox, ümumiyyətlə karma nədir? Yenə də soruşuyor. Deyir, onun karmasını hesablaya bilərsiniz. Biraz sualın özü mənə tam aydın olmadı. Burada biz çoxları sadəcə deyir... Çox sadə bir dillə başa salmaq istəyirəm. Çox sadə. Yəni bu, belə deyək də. Baxın, gözəl xanımlar, ən çox sözüm xanımlaradır. Çünki ən çox xanımlar maraqlanır. Deməli, biz övlad, uşaq ana bətnindən xaric olan kimi ona nəsil yaddaşı yazılır. Və biz bədən olmadan öncə ruhuq. Ruh yuxarıdan, deməli, təkamül üçün yerə enməlidir ki, gəlib insan bədəninə, yəni bədənlənsin və təkamül keçsin. Hər birimiz, hər bir ruh təkamülə gəlir bu dünyaya. Yəni,
Kimsə özünə strategiya seçir yuxarıda və biz o strategiyanı seçirik ki, mən gedib necə təkamül edəcəm. Amma biz bunu nəyə əsasən seçirik? Öz nənə-babalarımızın yaşam tərzinə uyğun olaraq. Yəni onlar nədən keçdi, nədən keçə bilmədi? Biz yuxarıdan gələndə aşağı sistem bizim qarşımıza bir şey qoyur. Yəni bax, sənin nənə-baban bax burada bir neçə uşaq 6 karması ilə çıxdı. Onun qarşısına qoyublar ki, sənin nənə-babaların ailə ola bilmədi. Yaxşı ailənin qədrini bilmədilər. Ya da kimsə onların ailəsini dağıtdı, karma yarandı onlarda. Və onlar bunu edə bilmədi. Sən gedərsən, əgər bir yerdə, yəni gedib təkamül edəndə, sən ailədən bir söz verib getməlisən. Yəni o yuxarıda müqavilə bağlayır bu adam. Yəni karma budur. Sən nəyin müqaviləsini bağlamısan? Sən bir yerdən söz verə bilərsən. Yəni söz verir ki, ruhda, mən gedəcəm, çox gözəl ailə olacam. Ailəm mükəmməl olacaq, yoldaşım, uşaqlarım, hər bir şey mənim həyatımda gül bağçası olacaq. Buna söz verir, gəlir. Oysa biz nə edirik? Hardan söz veririk? Oradan sınanırıq. Və bu da karmadır. Və bu necə baş verir? Mən bayaq dedim, uşaq ana bətnindən xaric olan kimi nəsil yaddaşı yazılır. O ki, deyirlər ha ki, reinkarnasiyadır, ay bizim keçmiş həyatımızdan gətirdiyimiz günahlardır falan filan. Bu o deyil. Bax, bu uşaq doğulan kimi ona yazılan nəsil yaddaşı var ha. Həmin o nəsil yaddaşı hara düşür? Bizim hüceyrələrimizdən də yana bilinç altına düşür. Bilinç altına düşəndə, yəni şuur altına deyək də, şuur altına düşür. Yəni nəsil yaddaşı. Deməli orada nə olur? Bütün nənə-babalarımızın, yəni 7-70 nənə-babalarımızın nə qədər? Çünki şuur altı depodur, arxivdir. Ora düşdü və şuur altı nə edir? Bizi idarə eləyir. Əgər bizi şuur altı idarə edirsə, deməli oradan öz həyatlarında nənə-babalarımızın keçə bilmədiyi bir işlər, güclər, yəni hansısa bir belə imtahanlar deyək, onların keçə bilmədiyini biz keçməyə çalışanda ola bilər ki, biz də tuzağa düşürük, oradan elə bil o sınağı keçmiş oluruq. Kimsə onu asanlıqla keçir, kimsə çətinliklə keçir, kimsə ilişir, qalır. Bax, bu yüzdən numerologiya çox möhtəşəm bir şeydir ki, sizə gəlib siz mənə müraciət edəndə və yaxud kiməsə, yəni o rəqəmlərinizi verəndə, ad və soyadınızı verəndə, sizin mən, bax beləcə, bayaqdan nəyi burada təsbit edirəm, sizin bilinçaltınızı təsbit edirəm. Bilinçaltını biri var gedib 5-6 seans verərək, öz travmalarını yaşadaraq uşağa, onun nəyin nədən olduğunu təsbit edəsiniz. Biri də var ki, burada 2 dəqiqəyə mən o bilinçaltını təsbit edərək və o uşağın nələr gətirdiyini, çakralarında düzümünə baxdıqca nənə-babalardan hansı strategiya ilə gəldiyini, yəni hər bir ruh yuxarıda söz verir ki, mən gedib, məsələn, tutaq ki, 0-9 yaş arasında xəstələnəcəm, bundan karma ödəyəcəm, yəni və yaxud da ki, belə 18-27 yaş arasında sevəcəm, ayrılacam, oradan altın karmasını ödəyəcəm. Yəni biz orada hamısı görünür. Bax, karma budur ki, biz nənə-babalarımızdan gətirdiyi, onların keçə bilmədiyi bir şeyi keçməyə çalışırıq və söz veririk ona, burada keçməyə çalışırıq. Və bir də onu qeyd edeyim ki, bu dəhşətli bir şey deyildir. Yəni, onların keçə bilmədiyi yoldan gözəl bir iş gör, savabın nənə-babalarına göndər, bu da olsun sənin karma ödəməyin. Amma bu bir günə, 2 günə olmur. Baxırsan ki, 50 yaşında bir insan karma keçmək istəyir. Ona görə mən deyirəm ki, uşaqlar nə qədər balacadır, bir o qədər onların həyatını, karması, onun o bilinçaltı oxunsun, bilinsin. Bütün tövsiyələr verilərsə, mənim onlara göndərdiyim səslər 30 ildən sonra da bu uşaqın 5 yaşı varsa, 35 yaşında da həmin analiz keçərlidir. Tarixi fakt deyim, dəyərli dostlar. İstəyir sultanların sarayında, istəyir kralların sarayında kral ailəsindən olan uşaqlara, ona görə onları daha üstün, ali insan hesab edib, belə bilgilər öyrənilirdi. Bəli. Qarşındakı dayanmadan onun, danışmadan onun fikrini tutmaq, geyiminə, keciminə fikir versə, o cür adamlar indi də var da, rəhbərlikdə olanların avara uşaqları demirəm, doğrudan da bütün qazandığını xərcləyir ki, uşağı geçsin, belə şeylər öyrənsin. Onlar ilk danışmaz, əvvəl baxarlar, müşahidə eləyərlər. Hər detalı, harada nə var, yaddaşlarında o polis kimi, tədqiqatçılar kimi yaddaşlarında saxlayırlar. Nə vaxtsa dediyi bir söz indiki sözü ilə uyğun gəlir, gəlmir. Bu beynin inkişafıdır.
Kamala xanım və biz də çalışırıq ki, adi insanlar da öyrənsin. Lap qabaqlar ümumiyyətlə belə elmlərə zadəgan kral elmi deyirdilər. O rəiyyətin, əhalinin nəyinə lazım idi bu? Astrologiya, ya numerologiya. Ancaq krallar, kral ailəsi, zadəganlar, əyanlar öyrənir. Yəni onlara təsir edirdi. Aşağı elə dedilər, aşağıda qalsın. Amma biz gəlib o aşağı dedikləri təbəqə ilə işləyəndə də görsən bəzən əziyyət də çəkirik ona görə. Bəli, dövran dəyişib, enerjilər dəyişib, enerjilər özü məcbur eləyir ki, biz bunları öyrənək, bunlardan xəbərimiz olsun. Yəni nə dərəcədə insan elə bilin ki, yəni bir seansda sən hər şeyi bildin özün haqq. Mən hansı yolla gedəcəm? Əsas məsələ də odur ki, mən bilim hansı yolla gedəcəm. Hansı yolla getsəm mən nələrə çatıram. Əgər mən, yəni ümumiyyətlə qoy hamı bilsin ki, oturduğun yerdə başına məsələn halva biş ağzıma düş belə bir şey yoxdur. Müsəlmançılıqda xalava yoxdur. Havayı bir şey yoxdur. Ümumiyyətlə, yəni lap elə müsəlmançılıq olmasın. Biz səmavi dinlərdən 3 dənə kitab gəlib yer üzünə. Yəni bütün bu müqəddəs kitabların hamısında bir-birini təsdiqləyir və bizim yəni bunlar o deməkdir ki, yəni hamısında deyilir ki, səndən hərəkət, məndən bərəkət. Nə qədər ki, sən hərəkət eləyərsən, özünü dəyişərsən, bir çox şeylər eləyərsən. Yəni çox adam var ki, çaşıb qalıb, mən özümü necə dəyişim? Hardan başlayım dəyişməyə? Və yaxud da nə etsəm mənim həyatımda yaxşı bir şeylər olar? Yəni bu qədər yaxşıyam, bu qədər yaxşılıq eləyirəm. Yəni indi buradan biraz sistemdən də danışmaq istəyirəm. Dəngə məsələsi danışacaqdım. Bir-iki nəfər də var, onlar da var. Məsələn, biri deyir ki, şuur rəqəmim 8, missiya rəqəmim də 8-dir. Şuur rəqəmi deyirsə, o deməli o şeydən 26 iyul 1982. 26-7-ci ay 82. Deyir şuur rəqəmi 8, missiya rəqəmi 8. 26 necə? Deyəcəm indi nədir şuur rəqəmi? 26-7-ci ay 1982-ci il. İtili Şir bürcü. Bu Əzizin şeyindən öyrəniblər bunlar. Sutsay var deyilən bir, o da numerologiyanın bir qoludur. Onlar ən çox biznes sahəsində çalışırlar. Yəni o çətindir, həyat çətindir, düzələcəkmi? İstənilən çətinliklər əgər çətin deyərsənsə, çətin də olacaq. Sən nə qəbul edirsənsə, bu sənin seçimindir. Deyir, bizim üzümüz nə vaxt güləcək? Deyir, sən əgər özünü üzü gülən saymırsansa, gülməyəcək. Bəli, elə də olacaq. Sən hansı enerjidəsən, sən hansı şikayətsən, bəlkə də heç ona o sözü demək də olmaz. Bəlkə də şikayət eləmək olmaz. Nə qədər deyəcəksən ki, ay nə olduq, ay itdik, batdıq, nə olduq, elə inanın ki, yəni o insan heç başa düşmür ki, bax mən axı deyirəm, çabalayıram. Bəli, bu gündən sonra hər bir sözə, ağzımızdan çıxan sözə, beynimizdən keçən fikirlərə, düşüncələrə, hamısına fikir vermək lazım. O gün yazır, çoxu yazır. Bax, günlük bürclər proqramımızda yazır. Səbu, mən bu şir bürclərinin üzünə vaxt güləcək. Şir bürcləri, sən bütün şir bürcünün adına niyə danışsan və sənin o üz gülməmək fikrin sənin özünə aiddir, başqalarına yox, bürcə aid deyil. Sən o cür yanaşsan, deməli özü, bu tənhalıq nə vaxt bitəcək filan bürclərdə, bütün bürclərin həyatını bilir. O artıq bürcdən irəli gəlmir, sən özün əgər özünü tənhalanmış insan hesab edirsənsə, deməli birinci onu düzəltmək lazım, deməli o düzələsi deyil. Baxırsan hardan baxırsan, mən daha çox irəli getmək istəyirəm, mən maşallah işlərim yaxşı gedir, nəzərdə tutduqlarımı bir-bir həyata keçirirəm, davamını da istəyirəm. Bu başqa, amma oturub qıraqda elə gözləyir, göydən halva töküləs deyir. Bəli, nəhayət ki 100 nəfəri keçdi izləyicilər, 103 nəfəri, siz də bəyənin, paylaşın. Bu suallarınız da çoxdur. İndi Kamala xanım da təhdi, yavaş-yavaş eləyir, amma zaman olarsa öz nömrəsinə də deyərsiniz. Sizin nömrə nə idi? 55 neçə? 816 70 88. İndi mən bunu yazıram. Orada bu adam nə deyirdi? Kişi xeylağı bu. Sur Telekomdur. Deyir, şuur rəqəmi 8, missiya rəqəmi 8-dir. Həyat çox çətindir, düzələcək. Onu deyim ki, missiya rəqəmi 8 olan adamlar, bax, haqq ədalət axtaran birinci adamlar bunlardır. 4-lərdə axtarır, amma 8 kimi haqq ədalət axtaran yoxdur. O dəqiqədə fəxr edirlərdi ki, hə, mən haqq ədalət axtarıram. Fəxr ediləsi bir şey deyil. Hara çatdın, bax, ölkənin, belə deyək də, ölkələr, cəmiyyətlər, şəhərlər, ümumiyyətlə bir çox şeylər, insanlar, filan kəs haqlıdır, filan kəs haqlı olmadı.
bayaq dediyim sözü yenə də deyəcəm. Nə qədər haqq, ədalət, haqsızlıq, ədalətsizlikdən danışacaqsan, həmin yerdən də sınanacaqsan, daha çox səni gəlib tapacaq. Və özü də ayın 8-i doğulub, yəni çünki 26-sında, bu da 8 eləyir. Ən şeyi də budur ki, 7-dən karması var. 7-dən karması varsa 82-ci ildə olub, bu artıq bəlli yaşdadır. Neçə yaşı var? 82-sə 34. 44. Bəli. 44. 7-dən karma o deməkdir ki, bax, bu 7-nin içərisində çox şey var. Bayaq dedim, güvənsizlik falan filan, bundan başqa. Onun nənə babaları, yəni 7-70 nənə babalarından hansısa babası evlənəcəyi qadının nikah masasında qoyub çıxıb gedib. Güvənsiz bir iş görüb. Nənəsi kiməsə söz verib, başqa birinə ərə gedib. Yəni, güvənsiz bir hala. İndi, bax, bu adamın həyatında bəli, bir şey alınar, gəlib alınan anda o iş pozular. Belə bir şeylərə yəqin rast gəlib. Çünki mən analiz edəndə 3-4 variant hamısını deyirəm. Bəli, o oradan deyir ki, budur, bəli, olub, falan şeylər. Sonra bu adamda evliliyə qarşı qorxu var. Yəni, acaba evli ailə ola bilməzsən. Belə adamlar adətən yəni, çətin ailə qururlar ya da ailə quranda problemlər olur. Ona görə nə etməlidir? Allahla birinci, 7-dən karma Allaha güvənmək lazımdır. Onun bir dənə kodu var. Allahım sənə sonuna qədər güvənirəm. İndi də o güvənin altında çox şeylər var. Onu analiz vaxtı deyirəm mən. Bir də numeroloji birinci 6, yəni acaba ailə ola bilməzsəm, ailəyə yaxşı baxa bilməzsəm, ailəmi dolandıra bilməzsəm, bax belə qorxular var. Ona görə də belə adamlar çox vaxt ailə quranda ya əziyyət çəkir, ya problemi olur, ya da ki, ailə qurmaqda əziyyət çəkir. Əslində onun gücü də, fikir verin bura, gücü də ailədədir. Yəni onun bütün fikri, zikri ailədədir. Belə deyək. Bir də dəyərli dostlar, proqnoz istəyirsiniz. Bu proqnoz vermək nə numerologiyada var əslində, nə astrologiyada. Düzdür, astroloji proqnoz deyirlər, amma əslində birinci insanın özünün içini, düşüncəsini, missiyasını ortaya qoymaqdır. Uğurlu zamanlarda göstərir. 100% belə olacaq demək olmur. Buyurun. Bilirsiniz bu necə məsələdir? Məsələn, biz burada numerologiyada hər bir rəqəmin mənfisi də var, müsbəti də var. Mən onu açanda mən artıq görürəm. Bu adam bəli, mənfidədir də, mənfidədir. Soruşuram da deyir ki, bəli, bu budur, bu da budur. Mən ona 2 yol ayrıcını göstərirəm. Orada başqa bir şey yoxdur. Bəli. Sən buradan bu şeyləri edərsənsə, sən düz yola çıxacaqsan. Bax, orada da görünür, onun hədiyyələri də görünür. Tutaq ki, evdir, maşındır, əmlakdır, bu sənin hədiyyəndir, bunu alacaqsan. Yəni, mən demirəm 70 yaşında, deyirəm ki, bax, filan vaxtı bunlar olacaq. Hətta analizimizin sonunda zirvə illəri və sınaq illəri, onların yaşı ilə nöqtə atışı bərabər biz, yəni, öngörülər biz ancaq bu olur bizdəki. Hansı ildə sınaq ilin olacaq, hansı ildə hədiyyə alacaqsın. Amma sən, burada mənə Bağdadda Kor xəlifə desən, və o numeroloji analizdə də nə danışır bu deyib, yəni başqa bir, mən dediyim o negativ yolla getsən, o zaman istədiyini də almayacaqsan, o dediyin də olmayacaq. Çünki biz burada indi necə deyə bilərik ki, bu Səbuhi müəllimlə ki, sənin həyatın çox gözəl olacaq. O qədər o yalancılar olur, belə birlər... Belə bir şey mümkündürmü ki? Çünki mən verilişimizdə də danışdım. Leyf-i Mahfuz deyilən bir şey var. Orada nə var? Bizim hər bir insanın, hər bir ölkənin, hər bir ümumiyyətlə olası şeylərin o misal aləmi var. Orada, məsəl üçün, tutaq ki, sizin həyatınızın orada 1000 dənə, milyon dənə versiyaları var. Bəli. Siz həmin versiyadan hansını çəkib gətirə bilmişsiniz bu dünyaya? Bax, ondan gedir də söhbət. İndi orada biz kimin indi biz burada belə deyərlər, qədərini və yaxud xoşbəxtliyini və yaxud çəkib gətirə bilərik bura? Onu bizim bacardığımız budur ki, sizi bax, bütün lövhənin üzərində, burada da lövhə mahfuz olsun sizin üçün ki, lövhənin üzərində sizə verir ki, sənin yolun budur, ay bacım, ay qardaşım, ay atam, anam budur, bax bu yolla getsən, sənin yolun düz yola çıxacaqsan. Kəmal xanım, niyə üzr istəyirəm, niyə insanlar belə hazır istəyir, niyə? Mən nə dedim bayaq? Durduğu o yaşadıkları anın, siz həmişə car çəkisi, anda qalın, bax bugün. Bu qalıb burada, keçmişlə də maraqlanmırlar. Bəlkə də daha çox orada ilişib qalanlar da var. Ancaq gələcək, mənim falan nə olacaq? Biz siz
O bəzən ailələr olur, uşaq hələ təzə doğulub, qızdır da, hələ xəstəxanadan gətiriblər, deyir kimə verəcəksən onu? Vay. Bir uşaqlığın yaşasın, bağçasını, məktəbini yaşasın, görək bu necə olur. Siz yersiz, bax bəzən bizə də elə sual verirlər, adam düzdür əsəbləşmirsən, amma deyirsən ilahi, nə qədər sən çalışmalısan ki, bu adamlar onu anlasın. Siz inanın ki, elə olur analizdə də mən yenə deyirəm, axır vaxtlar mənim numeroloji analizim psixoloji analizə dönür. Belə, yəni başa salıram ki, çünki düzdür, mən rəqəmsal psixoloqam. Çünki mən onun psixoloji tərəfini deməsəm, Səboy müəllim, elə o bir həftəyə geri dönüş olmaz. Olmaz. Yəni başqa numeroloqlar kimi, sən də budur, yəni bunu buradan elə və yaxud da ki, səndə budur, filan qədər pul gətir, onu düzəldim, belə eləmirəm mən. O, yəni hər bir şeyini bircə-bircə deyib, onu yenidən deyirəm ki, not alın, evdə yazın onu. Bəlkə sabah əlindən iraq olsun, telefon düşdü suya, yəni mənə nə qədər geri dönüşlər eləyirlər. Telefon format oldu, nə bilim nə oldu, bəs səslər. Deyirəm, məndə də olmur, qalmır. Çünki o səslər, o analiz sizə 20 ildən sonra da lazımdır. Bəli. Deməli, Kamal xanım nömrəsini verirəm, bax bu dəqiqədə yazıram, dəyərli dostlar. Yəni kimsə sabah bayaqdan tərəddüd edirdim, amma iftar təzə açmışıq, hələ davam eləyəcək. Sadəcə indi axşamdır, gündüz baxanlara bildirim ki, deməyin ki, oruçluq vaxtı çay içmək. Bir dəfə yayda oruçluq olmayan vaxtı dostlarla gedib Qubada oturmuşuq, belə hələ bişməmiş kababları əlimdə belə şişləri tutmuşam. Kimsə bəyənib sosial şəbəkədə, Facebookda, tam oruçluğun ortasında. Bu da ekrana çıxır, aktivləşir. Görüm hamı yazır ki, Səbimə maif deyil, cəmaat oruç tutur, siz də kabab göstərirsiniz və günahdır falan, özünüz tutmursunuz. O qədər izah, hamıya izah yazdım, gördüm əlas yoxdur, axırı sildim. İndi kimsə gündüz baxanda elə biləcək, biz orucumuzu tuturuq şükür Allaha. Nömrəni bir daha yazdım, Kamala xanıma daha çox WhatsApp-dan səs göndərin, əlaqə yaradın, suallarınız olarsa deyə bilərsiniz. Yəni, insanlar proqnoz, ancaq bu şeyləri biraz da hazır. Bax, mən daha çox görürüm, 10 nəfərdən az qala 8-i heç nə etmədən nəyəsə nail olmaq istəyir. Bu, numerologiyadan irəli yoxsa artıq kütləviləşmiş psixoloji təsirdir? Hər rəqəmlə də ola bilir. Keçən verilişimizdə nə danışdıq? Bax, o havaydan bir şeylər almaq istəyən insanlar da gedib 500 manat verib kaşlok alıb, sonra da yəni peşman olanlar, al bu yağı sənə get qadınlıq enerjin sürtkünən özüvə qadınlıq enerjin artacaq və yaxud da ki get nə bilim mən şpilka daban bir ayaqqabı giy, qırmızı pomada sürt, qadınlıq enerji qalxacaq, belə şeylər. Yəni bununla deyil. İçərdən O enerji, bəli, enerji deyilən bir şey var və yenə deyirəm, havayı bir şey yoxdur bu dünyada. Heç kim oturduğu yerdə, yəni əziyyət çəkmədən, bax, adicə pul, para qazanan, istər kişi olsun, istər qadın olsun. Bəziləri qıraqdan baxır, deyir ki, həm filan kəs pul qazanır da, yəni nə yaxşı. Amma da demir ki, o adam o pulu qazanana qədər gətirib onu birincisi nə qədər əziyyət çəkib, sonra onu haqq eləyib. Haqq eləmək var. Yəni, bu dünyada elə belə tək bu puldan, paradan getmir söhbət. Həm də yəni istər evlilik olsun, istər yəni universitetə daxil olmaq olsun, istər başqa bir, bütün bu şeyləri haqq eləmək. Biz bütün bu şeyləri nə ilə haqq eləyirik? Əziyyətimizlə, zəhmətimizlə. O demək deyil ki, mən deyirəm ki, gedin bütün günü əziyyət çəkin, yəni başınızı qaldırmayın əziyyətdən. Xeyr, o da deyil. Amma heç olmasa özünə belə bir eləməlisən ki, mən bunu elədim. Mən bunu yəni yerbəyer elədim. Sabah mən yəni inanın ki, bax Səboy müəllim, o ki öz işinə cavabdeh insanlar var, bax o insanlar həmişə istər işində, gücündə, universitetə daxil olmağında, işləməyində, ailəsində hər bir yerində cavabdehdir. Çünki o hətta o bir dünya üçün axirətə hazırlaşan insanlar da onlardır. Niyə? Mən bu dünyada bugün filan şey eləyirəm və yaxud da eləmirəm, oturmuşam. Sorumluluq alan insan axirətə də fikirləşir ki, mən ora gedəndə əlimdə nə aparacam? Orucmu, yəni namazımı, yəni və yaxud da ki, savab işlərimi, mən öz deməli doğru düzgün niyyətlərimi və əməllərimi. Dəyərli dostlar, bax burada Mədinə xanım yazır, əsəbləşirsiniz ki, yazmışam, 3 dəfə yazmışam. Mən qeyd eləmişəm, sizi qeyd eləmişəm, amma
o 48 nəfərin yazısı var. Biz onu fiziki cəhətdən də çatdıra bilmərik. Amma qeydlər eləmişəm. Zəhmət Deyil. olmasa bu Mədinə xanım yazır 19 yanvar 2004. Yəni burada yazırsınız, arada bir söhbət də eləmək lazımdır. Biz indi burada o canlı yayım o demək deyil ki, elə yazılanları bir-bir hamısının cavabını verir. İndi Kəmala xanım ümumi səthi şəkildə yanaşır, çünki başqa variant deyil. Ona görə nömrəsi var, nömrəsini... Bugün hamı 8-lər bura yığılıb, fikir verin. Yəqin o da 8 hamısı, bu da 8-dən, 7-dən 8. Qızdır, tale ilə bağlı deyir şeydir, xarakter analizin belə eləmək olmur, amma ümumi şeylər deyər. Nömrəsi var, oradan əlaqə saxlayarsınız. 21 yaşı var da bunun, 21-22. 22 olub artıq. Bu da şəfaçıdır, şəfa şeyi var, karması var. Bella qapını dağıdırıq, içəri girmək istəyir. Bir saat vaxt verib də yəqin bizə, bir saatda indi tamam olur. Daha bir saat ya biraz indi baxaq, vəziyyətə baxaq. Yox, Dəyərli dostlar, belə şeylərdən qətiyyən inciməyin. Yavaş-yavaş, hər saat olmur. Mən uzun məsafədən gəlib, biz yoxladıq, tam alındıra bilmədik. Hələ ki, hərə öz evindən canlıya qoşulmaq bu effekti vermir. Ona görə gələcəyə... Nə istəyirdi bu? Özdə qızımın taleyi ilə maraqlanma. Taleyi? Taleyi özdə. Kimsə acıqlarını mən yazmışam, burada dalbadal yazırsınız, görmürəm. Sevgi və şəfqət acıdır. O həmişə, ona nə qədər sevgi, şəfqət versən, o həmişə sevgi, şəfqət acı olacaq. Yəni, belə adətən qızlar, xanımlar daha çox sevgi, şəfqət verməklə məşğul olurlar bu dünyada. Amma özü lider ruhlu ola bilər. Mən indi bu çakraları falan görmürəm ki, onun mən taleyinə, yəni oradan bir söz deyim. Biz karması da 9-dur, verici bir enerjidədir. Yəni, o, yenə deyim, o toksik insanlardan qaçsa yaxşı olar və belə deyək, ondan yardım istəməyən insanlara yardım eləməsin. Hər kəsə qaçım, gedim, yəni qarşılıqsız bir... Ən çox zərər vuran şeylər. Bəli, zərər. O elə iki yanında da 2 rəqəmi var. Ona görə, yəni, belə deyək, özü də 8-dir. Yəni, bilmirəm, indi çakralar nə vəziyyətdədir, ola bilər ki, yəni oradan da karması ola bilər. Huzuru da 7-dir, 7, yəni Allahla birlik, ümumiyyətlə təslimiyyətdə qalmalıdır bu adam, təslimiyyətlə qalır. Sistemə qoşulması lazım. Sistemə qoşulmaq üçün də dərd olsa, bax sancmışam, birinci rəy xüsusi seçilən lap başda Kəmala xanımın nömrəsidir, oradan əlaqə saxlaya bilərsiniz. Yoruldunuz deyəsən. Yox, yox, prosta sadəcə belə bilirsiniz, necədir? Belə demək olmur da çox şey, ona görə... Adi çakra deyir, çakra deyərək soyadı, adı da orada ola, onun üçün işləyə Kəmala xanım. Bir analizi neçə vaxtda eləyirsiniz siz? Məsələn, kimsə rəqəm verir, 1 günə, 5 günə, yoxsa nə qədər? Yəni analizin müddəti, yoxsa hazırlamağın soruşursunuz? Yox, siz hazırlayırsınız, hətta ki, kimsə verdi, adın, soyadın da dedi. Yox, vaxt alan şeydir demək istəyirəm də, yəni. Əgər mən otursam onun, nə deyirlər ona, zirvə ilə, sınaq ilə, o biraz, o vaxt, çünki mən onu, o ayrıca əslində eğitimdə də onu vermirlər, o ayrıca bir eğitimdir və ayrıca bir analizdir. Amma mən onu qoşuram bu analizə. Necə ki, numeroloji analiz əslində o ayrıca bir analizdir. Sınav illəri, zirvə illəri. Hətta biznes analizi ayrıca bir, sinerji analizi ayrıca bir. Çünki bir də görürsən kimsə deyir ki, mən 10 illik proqnoz istəyirəm ki, mənim işlərim hansı ildə nə eləyim, nə görüm. Görürsünüz, bu ayrıca bir analizdir. Amma mən onu nə edirəm? Öz canıma əziyyət verib, onu da həmən bu millətin analizinə... Etməli deyilsiniz. Etməli deyiləm, amma edirəm onu mən ki, o adam heç olmasa bilsin ki, yəni uşağının gələcəyini, uşaq hansı ildə sınaq ola bilər, hardan, məsələn, o xəstəlik zat hamısı çıxır orada. Bilirsiniz, biraz problem də odur ki, insanlar özləri öyrənə biləcəkləri heç olmasa öyrənmirlər ki, məsələn, mən filan rəqəmim budur, filan. İnşallah. Bu çox elə belə yazır. Mən əminəm ki, çox elə belə, mənim uşağıma da bilən, bax, heç bilmir analiz nədir, zirvə illər nədir, karma nədir, elə belə gör hamı uşaqların təvəllüdünü yazır, biraz o
Amma məsələn başqa ölkələrdə, başqa Mən yerlərdə indi bir insan inşallah bilir. yüngül eğitim açanda onda baxacam görüm Hə, insanlar. görə bu qədər İndi çox var. adam bəli istəyirlər. Ay istəyərəm ya, nə edərəm? Sizin kanalda da mənim də lap kanalımda düzdür. Məndə elə də aktiv deyil sizin Deyəcəm kimi. onu, Kəmalə xanımın özünün də YouTube kanalı var. Orada çıxışları, hansı kanalda nə çıxış eləyib, orada gedir, qəşəng kamera və işıq da alıb, zaman-zaman belə bir suala bir cavab kimi özü çəkib, short video şəklində də paylaşacaq, görəcəksiniz. Orada Bəli, abunə bir olun. türlü başlaya bilmirik, başlayacağam Yox, inşallah. birdən orada oruçluq falan qutarsın, istilər Bir də gəlsin. oradan da vaxt çatdırmaq olmur. Heç də vaxt Məncə çatdırmaq aprel, olmur. may ən yaxşı vaxtdır təməl qoymaq üçün elə onda da olar. Yəni siz o təhsil kimi bir şey yaradanda yavaş-yavaş bizim dostumuz Aytən Salami astrologiya məktəbi yazıb. Deyir, mən bezdirirdilər. Amma çox az adam gəlir. Bu fikirləşirdi 50-100 adam heç olmasa gələcək. Çox azdır. Başqa vaxt mən öyrənmək istəyirəm. Biri var belə baha da deyil. Mən də elə təsəvvür edirəm. Belə baha da deyil deyən bu pul çap. İstəyənlər işsiz adam da o pulu verə bilər. Amma indi o gün deyil, indi gedib oradan bir reportaj da hazırlamaq istəyirəm. İndi sizin üçün də olsun yaxşı mənada ki bir gəlsinlər oxusunlar. Gələnlər də çoxsu bəzən gözüm əksəriyyəti primitiv ümumiyyətlə heç nə bilmir. Heç olmaz biraz qabında bir şey olsun da. Müğənniliyə gəlsənsə səsin olur da. Bəstəkarları tanıyırsan. Bilirsiniz. Səssiz fransız gəlib demək olan kimi çıxır. Bax indi görək bu yazanlardan Onlar neçəsi gələcək. ümumiyyətlə istər astrologiya olsun, numerologiya olsun. Onlar 3 ay gəlib təlim keçməklə o dəqiqə numeroloq və yaxud astroloq ola bilməzlər. Ən azından mən hələ astrologiyadan danışmıram. Numerologiyadan gəldin, öyrəndin. Sənə nə öyrədəcəklər orada? Sənə orada məsələn təməl öyrədəcək, bir də hesablamağı və onu yorumlamağı. Amma orada o qədər qolları var ki, onları da sən gərək özün öyrənəsən, başqa bir yerdən eğitim keçəsən və belə deyək də, bir il, mən ən azı deyirəm bir il, cürbəcür analizlər eləyəsən və oradan yoxlayasan. Acaba lap elə öz yaxın adamlar tutaq, mən sizi tanıyıram ki, siz hansı xasiyyətlərə, hansı bir maliksiniz. Mən elə başlayanda öz yaxın adamlarımı analiz elədim. Hə, bu buna görə beləymiş. Bu buna görə beləymiş. Bu yəni numerologiya lap barizdir də. Elə özündə başlayanda ümumiyyətlə şok olur adam ki, nə qədər dəqiq. Özün heç də, hə. Sonra sən nə qədər ki analiz eləyəndə burada əlbəttə ki şey də yaxşı şeydir, yaddaş. Elə adam var ki, yaddaşı məsələn yaxşı deyilsə, mümkün deyil ki, o məsəl üçün Allahın verdiyi yaddaşa çox şükürlər olsun. O bəli, o yaddaş olmalıdır ki, acaba filan kəsdə filan şey olmuşdu. Bax belə də ola bilər. Siz inanın ki, hər dəfə, yəni belə deyim də 10-20 analizin içərisində, məsəl üçün artıq mən ona baxanda bilirəm bu burada. Yeni bir şey tapılır yenə. Yeni bir şey çıxır. Yəni anında sən onu deyirsən ki, hə, bu var imiş. İnanın ki, bəzi elə o qədər çətin analizlər olur ki, uşaq 18 yaşına qədər gəlib, çox normal, hər bir şey gözəl. Bunu demək istəyirəm. Oxuyub, instituta özü girib, yəni oxuyur. 18 yaşından sonra uşaqda qallüsinasiyalar başlayıb. Yəni görmələr, kimsə məni incidir, kimsə məni təqib eləyir falan filan. Ana da fikir verməyib ki, deyir, dedim ki, yəni uşaqdır da indi keçib gedəcək, ya bəlkə də əvvəl elə biliblər ki, doğrudan bunu kimsə təqib eləyir. Sonra düşüb güdüblər. Görüblər heç kim bunu təqib eləmir, bunun gözünə görünür. Yəni o uşağın yəni o dəyişməsini anası müraciət edəndə baxırsan ki, məsəl üçün bəlkə başqası ondan atqaz eləyərdi. Deyərdi ki, yox. Baxıram ki, burada elə bir böyük bir şeylər yoxdur. Mən bu analiz eləyim, mən ortalığa nə çıxardım. Axırı o analizi yəni bir neçə tərəfdən onu hesablayırsa, inanırsınız mən onun nənəsinə qədər getdim. Anasını elədim, anasının anasını elədim. O kök oradan çıxdı. Oradan təzədən qayıtdım uşağa. Uşağın özündə də 4 dənə, 5 dənə 7 rəqəmi var idi. Və sonradan deməli hələ o vaxta qədər mənim qarşıma çıxmamışdı ki, 7 rəqəmlərində qallüsinasiya görsünlər. Amma bizdə numerologiyada o var. Çox şeylər var, həm də bəzi elə şeylər var ki, onu heç bəlkə də çoxu həkimlər də bilmir. Birində yazaq, Ömər adlı oğlanın anası yazıb, Kəmalə Atakişivə yazıb, 26 6-cı ay 2013.
Bu da daim izləyicimiz olar. Bir də dəyərli dostlar, indi yazırsınız, baxardınız, biz baxıcı zadı, biz baxsaq elə Hesablayardınız. özümüzü yox, heç nə yazmayıb. Deyir, baxardınız, mənim ikinci ailəm də dağıldı, nə deyə bilərsiniz? Biz o bilmərik. Sonra bürçdən soruşursunuz. O görünür, orada görünür o. Yox, rəqəmini falan yazmayıb, baxın, biz belə nə bilə. Bir xanıma demişdim, burada tələm-tələsik demişəm ki, 2 dəfə evlilik falan filan, xanım sonra elə oldu ki, onu analiz eləyəsi oldum, gəldim. Deyir, Kəmalə xanım necə? Deyir, hamısını bircə bil. Məndən əvvəl o evli olub, deyir yoldaşım. Yəni ona qədər hamısı düz çıxdı. Deyirəm, hə də numerologiya belədir də. Bir də bürç haqqında ayrıca canlı olur da. İndi bugün numerologiyadan, rəqəmlərdən danışacağıq. Bir də dəyərli olsa, mən yüksələn bürçdən heç vaxt danışmıram. Onu kim deyirsə gedin onlardan soruşun. Mən onu ciddiyə almıram. Ciddiyə almıram necə? İndi Kəmalə xanım işləyənə qədər deyim. Bir insana qoroskop xəritəsi hazırlayırsansa, orada istinad, başlanğıc odur ki, bu adamın yüksələni hansıdır, Yupiter bürcü hansıdır, enən bürcü, nə bilim, ay bürcü, hətta karmik bürcü də orada göstərilir, Lilith adında. Onu da bilmək olur. Amma bir dənəsini götürüb, nə bilim, elə bir kiməsə deysən, 3-cü mərtəbədə, əsas 3-cü, neçənci mərtəbədə olmasını əsas götürür. Axı 3-cü mərtəbə ilə bir şey olmur. Başqa şeylər də orada var. Məndən olsa, məsələn, deyərəm, xəstəlik yaymaq da olar, belə. Yupiter, əsas Yupiter bürcündədir. Çünki astrologiyada Yupiter xoşbəxtlik və pul planetidir. Bu dəqiqə cəmaata o lazımdır. Əsas Yupiter nədir? Yupiter biraz var. Bir özbək durub deyəcək, əsas Veneradır. Sevgi, hisslər, sağlamlıq. Venera bürcün nədir? Türkiyədə də astrologiyanın A hərfini bilməyənlər istəniləni gəlsin sinəsinə döyən, gəlsin bizdə elmi debat eləyək. Türkiyədə də danışırlar. Venera falan yerə gəldi. Bu da o deməkdir ki, Ərdoğan xəstələnəcək. Bu da o deməkdir ki, sevginiz qayıdıb gələcək. Nə bilim falan filan. Bunun məsələyə heç bir dəxil yoxdur. O deyil. Gəlsin elmi cəhətdən sübut eləyək. Mən o şeylərə getmirəm. Türk astroloqlarının dediyinə görə Ərdoğan çoxdandan rəhmətə getməli idi. 2024-ün axırı, 25-in əvvəli. Dünya müharibəsi də, nüvə müharibəsi də keçən başlamalı idi. Ərdoğanı çox istəyirəm. Fikirləşirdim ki, indi bu getsə, yəni o siyasət... Onu bilmək olmur, Kəmalə xanım. Onu hesablamaq olmur. Çətin bir zaman olur, görsən həmən bax bu xəstələnə bilər, problem ola bilər. Məsələn, mən bir dəfə dedim, bunda nəsə bu arada ölməyi heç kim bilə bilmir olsa. Amma həmən vaxt miting eləyirdi, oruc idi özdə, huşu gəldi, əməllicə yıxıldı. Dedim, yəqin elə buymuş da. Yəni, onu bilə bilmirsən ki, o zaman zəif zamanda, o zəif zamanda nə olacaq, necə olacaq bilmirəm. İndi xanım da ürəyi çəkildi, buyur deyə. Deməli, bu kişidir, qadındır. 26-sı, uşaqdır da bu, 12 yaşı var da, 12-13 yaşı var. Bu, birincisi ona fikir versinlər ki, bu uşaq 2 rəqəmi ilə dünyaya gəlib, yəni yaşam yolu 2-dir, ona görə də o çox verici ola bilər. Verici olmasın, verici olan uşaqların diqqəti özündə olmur, yəni belə deyək də, alma-vermə dəngəsi yerində olmalıdır. Özü də 8-lə, bu 8-lərin də əli açıq olur, aurası açıq olur. Bu uşağın güvəni azdır, güvəndən problemi olacaq bunun. Yəni, özünə güvənib, mən bu işi görərəm, mən bunu edərəm, mən bunu bacararam. Əslində, çox gözəl işlər bacarırlar onlar, birdən karması olanlar. Bu uşağa həmişə güvən vermək lazımdır ki, öz gördüyün işi birinci özün bəyən ki, ətrafdakılar da bəyənsin. Və onun qanında olan dəmiri, aşağı ətraflarında ağrı deməyək də, indi bu uşaqdır. Yəni gələcəyinə belə hər kəsdə bir dənə ağrı həmişə olur da. Kök çapranının yəni yoxlanılması lazımdır. Bir də azad ruhlu uşaq olacaq bu. 2 dənə də 6 var. Yəni sevəndə, ailə quranda falan filan, yəni sevgi ilə eləsinlər ki, yəni bu bilsin ki, yəni 6 ümumiyyətlə ailə olduğu üçün. İndi heç nə deyə bilmirəm, başqa bir söz deyə bilmirəm. Çünki çakraları görmürəm. Çakraları görünsə, o zaman mən bəli deyə bilərəm burada. Bəli, bu adamda 2 dənə evlilik ola bilər, ola bilməz. Yəni özgüvənsizdir. Bircə əsas məsələ verici, çox həddindən artıq verici uşaqlar nə məktəbdə onların hörməti olmur. Birincisi diqqətləri özlərində olmur. İkincisi hər kəsə yaxşılıq eləyən bir insanın hörməti olmur heç vaxt. İstər uşaq olsun, istər böyük olsun. Yəni oradan da alma-vermə dəngəsi, ümumiyyətlə bayaq alma-vermə dəngəsindən danışacaqdım. Çox önəm verilməlidir. Çox deməli
lazımlı bir şeydir ki, hər bir kəs dəngə tutmağı bacarmalıdır hər bir işində. Bu təkcə sevgidə deyil, bu təkcə pulda deyil, bu təkcə önəm, dəyər, insanlara qoyulan hörmət, hər bir şey dəngədə olmalıdır. Ailədə kişi-qadın münasibəti, övlada qarşı olan, yəni məsəl üçün sən buradan övladıva qışqırıb, acıqlanıb, üstündən 2 dəqiqə keçmiş ürəyin yumşalıb, gedib onu tutub öpə bilməzsən. Yəni, buradan da dəngə saxlamalısan. Nə olsun ki, evladın da zaten sən bilirsən bunu. Əgər hirslənmirsən, ona sən bir nəsə, hansısa bir şeyi qadağan eləmsə və yaxud da tez də yumşalıb, oradan o dəngəni pozmaq olmaz. Sən bildirməlisən, bəli. Sənin məqsədin nədir, mövqeyin nədir bir ana olaraq və yaxud ata olaraq? Yəni, yenə getdim, mən ailəyə çıxdım. Dəngə elə bir şeydir ki, bəli, istər pulda, istər sevgidə, hər bir şeydə. Yəni, belə deyək də, bir məsəl var, tapdın, sevinmə, bunu keçən dəfə də demişdik, itirdin, qəm yemə. Yəni, dəngə saxlamağı bacar. Ümumiyyətlə, insanlara önəm verəndə, dəyər verəndə, hətta bax, bir qadınla bir kişi bir münasibət saxlayır. Oradan mən qadınlara həmişə deyirəm, sevgini çox verəcəsənsə, yəni durmadan, sən onun anasına çevriləcəksən. Anasına çevrildiyin yerdən də o sənin, bilirsiniz, ümumiyyətlə elə bir şeylər var ki, bax, kişi-qadın tərəf var. Qadına sevgi verdikcə, qadının daha da o gül kimi açılır. Yəni, daha gözəl parlayır. Kişiyə sevgini çox verdikcə, o zaman o onun fıtratını pozmuş ola bilər. O həddən artıq verilən sevgi. Birincisi, yapışqan sevgi deyirlər ona. İkincisi isə, yəni o elə bir enerjidir ki, kişi-qadın münasibətində. O həmişə balansda olmalıdır. Yəni, belə deyək də, həddindən artıq verilən bir enerji, verilən sevgi, oradan, belə deyək, biz bu dünyada düzdür, yaşayırıq insanlarla, amma bizdən yuxarıda enerji var, Allahın o dərgahı var. Birinci, mən həmişə demişəm, qadın, istər kişi, sevgini yuxarıya göndərməlidir, üst mərtəbələrə. Allahın sevgisi olmalıdır birinci. Ondan sonra, məsələn, yoldaşına, istər kişi, istər qadın. Bu nə deməkdir? Bu o deməkdir ki, sən sevgi verəndə o istər hansı şəraitdə olursa olsun, lap Ramazan ayında olsun, lap başqa aylarda olsun, orada o qədər bəzən o şitini, ağını çıxarda bilərlər, ondan sonra o, bilirsiniz, insan elə bir məxluqdur ki, bax, o sevgi olan yerdə artıq orada bir, belə deyək də, Allah yaddan çıxır. Həddən artıq o, məsələn, sevgi verəndə, ya övladını görür, birdən öpür, qucaqlayır, yəni o qədər fikirləşir onu və yaxud da ki, yoldaşını bütün gün onun, nə deməkdir, bu hara gedir, çıxır? Yəni, Allah sevgisi yaddan çıxdı. Yəni, bir yada düşmür. O zaman istər istəməz sistem onu dürtür, deyir ki, yadıva sal. Bunu necə dürtür? Durduğu yerdə yoldaşından ötürü özünü öldürən bir anda, yəni birdən-birə yoldaşı ona kobudluq eləyir. Yəni, heç bir mənası olmadan, heç bir səbəbi olmadan. Şoka düşür, onu azaltmaq əslində, görürsünüz, sistem əzizləyəcək, görün sistem belə dəngələyir də. Amma bir sual verim, mənim qəribə gəldi. Onsuz da bir vaxtlar deyirdim ki, 10-15 il qabaq deyirdim, məni heç nə təəccübləndirməz, amma hələ də təəccübləndirən bir şeylər var. 64 yaşında bir kişi tanışımdır. Onun çox qoca atası rəhmətə getmişdi ötən ilin payızında. Təsəvvür edin ki, adam özünü həlak eləyir. Ölmə ata, sən yaşamazsan, qoca kişi özünü qəbrə atırdı. Bunu adam cavan uşaq, cavan atasına, anasına deyər, valideyn övladı üçün bəlkə də təzə həyat yolda, şəhidlər də bunu gördü, hamısına rəhmət elədi. Amma da 60 özünün də nəvələri var, orta məktəbin orta çağlarında oxuyan. Bu, biraz o mənə anlamır. Sonra bizdə 2014-də, bizdə kişi atam rəhmətə gedəndə, burada bir 40 cümə axşamı, 40 ayağın cümə axşamı keçirdi. Gördüm, bir çoxlar dedi ki, sonradan girey danışırmışlar ki, bu gözündə bir yaş, bir damcı yaş yox idi. Sən burada məclis keçirsən, xeyli keçib, gözlərlə. Bəs bu qədər şeylərdən... Stres keçirdən adamdır, oturub ağlamağa. Yox, durub mən, gəldi kimsə ağlamağa, yox, deyirəm, gəlin, əyləşin, orada əyləşin, çay gətir falan, belə deməlisən. Ən az özünü toxtaq tutursan da, ilk günlər də deyir, şok olasan.
Artıq 30 gündən çox keçib misal üçün. Görün bəziləri belə yanaşır. Bu çox o bağlılıqdan siz dediyiniz problemlərdir də yəqin ki. Bəli. Qız var gedir bir həftə anasından ayrılır, ərə gedir, deyir yox mən dura bilmərəm. Orada deyir etmə, yox mən ya anam gəlsin yanımda qalsın, ya mən gedirəm. Belə şeylər bu faciə deyilmi? Əlbəttə O da faciədir. oradan gəlir, onun Onlar vaxtında hamısı dəyişməyə. dəngə odur. Yəni nə qədər ki, ümumiyyətlə bax ailə çox vaxt qadından asılıdır. Qadın nə qədər dəngədə ola bilərsə, qadını da dəngədən çıxartan kişi olur da. İndi belə deyək də qadın-kişi münasibətləri. Ümumiyyətlə necə biz həmişə nə qədər banal səslənsə də ailə kiçik bir dövlətdir. O dövləti idarə edən lazımdır. O dövlətin başında duran kişi lazımdır. Əgər kişi o dövləti, bax bütün mən bu sözləri analizlərimə əsaslanaraq deyirəm. O qədər şeylər görürəm ki, o qədər problemlər görürəm, eşidirəm. Əgər o kişi o ailəni idarə edə bilmirsə, o zaman əgər qadın biraz lider ruhlu qadındırsa, qadın alır ailəni ələ. Yəni o zaman onlar necə deyim, bir-birinə anlayış şəklində, yəni ailəni idarə edirlər. Orada ikisinin də sözü keçiriksə, ya da ki, bir də görürsən ki, elə bir bərbad vəziyyətdir ki, ailədə qadını gözünü açmağa qoymur kişi. Heç belə onunla maraqlanmır da, ya onu bir evdə bir qadın kimi də saymır. Yəni ancaq yaşayırlar da bir yerdə, hə, uşağın xatirinə yaşayırıq. Hər şey, yəni uşağa göstərmə. Uşaq güya həmən o ailədə o problemləri, o travmaları yaşamırmı? Yaşayır. Ona görə də, yəni belə deyək də, hardan hara yenə gəldik, çıxdıq. Sadəcə və sadəcə insanlar istəyir sevəndə, istəyir qəmlənəndə, istəyir, nə bilim, kimdənsə inciyəndə və yaxud bir iş görəndə, birinci növbədə yəni o elə bir dəngə, elə bir istər uşağına qarşı olan sevgidə, elə bir dəngə tutmalıdır ki, oradan birinci növbədə Allahın haqqına girməsin, o Allaha verdiyi sevgini öncə yadına düşsün ki, bax sistem məni gözətdir, sistem mənə baxır, mən sistemin nəzarəti altındayam. Sevdiyini də o sistem verib də sənə. Bəli. Gəlir o yuxarı birinci verirsən. Hə, o çox adam başa düşmür ki, yuxarı mən Allaha necə yəni nə edim? Uşağıma baxırsan, deyirsən ki, bitəm olur da anada ki, həddindən artıq uşağı çox istəyən momentdə öpürəm. O momentdə nə etməlisən? Yaxşı, sən deyirsən ki, mən nə edeyim? O zaman Allaha şükür elə. Uşağı gedib öpməmişdən qabaq denən, Allahım sənə çox şükürlər olsun bu övladı vermisən. Necə nənələrimiz deyir da, səni verənə şükür. Bax, uşağı öpməmiş artıq onu deyirdilər. Uşağa yaxınlaşmamış deyirdilər, səni verənə şükür. Yəni bir heç olmaz. Bəli, onu sən heç olmasa yoluna qoy, yerinə qoy. Qızıl kimi sözlər deyər izləyicilər. Bunun hamısını nəzərdə tutun. Onu unudarıqsa, istər hər bir şeydə. Özünə baxırsan güzgüdə bəziləri baxar özünə deyir, nə gözəl saçlarım var və yaxud qaşım, gözüm. Ya bir dəfə ağzı val denən ki, Allahım sən mənə nə gözəl gözlər vermisən. Çox şükür ki, məni belə gözəl yaratmısan. Çox şükür mənim əllərim, ayaqlarım. Yəni o şükürü ki, siz elədiniz ha. Verdiniz, Allahın payını, haqqını verdiniz. Estağfurullah, Allah bunda heç bir ehtiyacı yoxdur. Amma sizin ehtiyacınız var, bizim ehtiyacımız var buna. Bu o qədər bəzi rəqəmlər üçün çox təhlükəlidir. Bəzi rəqəmlər üçün. Məsələn, 3 rəqəmi qətiyyən və qətiyyən özünü təriflə desə ki, mən bunu bacardım, etdim. Yəni, oradan bir ziyana düşə bilir. Murad Məmmədzayev, darıxmayın deyəcəyik də yavaş-yavaş. Bir də maraqlı sual gəlir. Bir Annə adında biri yazır. Adını dəqiq... Ana Xədicə deyil ki? Yox, elə Annədir adı. Deyir, 2 qızım var, əkizdirlər. 27 fevral 2008. Bir Xədicə ana var, indi onu baxarıq. Xədicə ana, buradan ona təşəkkür edirəm mən də. Bura yazın, görməmişəm hələ ki. Maşallah. Olacaq, yazacaq. Həmişə sizin səhifədə də, mənim səhifəmdə də şey yazır. Deməli, bu xanım, ona heç bir analiz falan eləməmişim. Mənə uzun-uzadı səslər göndərirdi. Biraz qulaq astım, gördüm ki, dərdi var da. Məsələn, övladları ilə olan problemlər var falan filan. Danışdı, yəni biraz, mən ona biraz motivasiya verdim, ürəkdirək verdim, məsləhətlər verdim. O qədər, yəni sözüm ondadır ki, o qədər qədir bilən xanımdır ki, yaşlı qadındır. Hər dəfə o sizin səhifədə də, hər dəfə burada rastlaması təşəkkürlər edir. Görmüşəm elə bir imza. Bəli. Həndə bu xanım deyir, əkiz qızlarımdır, Zəhra və Fatimə. Aha.
27 fevral 2008-ci il. 27 fevral. İkinci ay. Bəli. Ana karması. 2008. Ana, burada anaya da baxılmalıdır. Uşaqların ad soyadı da lazımdır. Hə, Bilirsiniz niyə? amma elə Çünki mən tək tarix ikisində də eyni daxil. İkisində də ümumiləşdirilmiş bir şey deyil. Bunlar anlamalıdır və biz İkisinə də. ikisi də eyni tarixdə. Yəni bu tarixdə Neçənci il? doğulanlar Neçən? 2008 əkizdirlər. Mən elə bildim ki, fərqi istəyir. Yox, fərqi yox. İkisi ümumiyyətlə bu karması Ayın rəqəm. 9-u doğulublar, yəni bu uşaqlarda enerjini verər, pozitivi verib negativi götürən uşaqlardır. Belə deyək ki, göz, nəzər, nəfis dəyməkdən qorusunlar. Pozitiv və negativi götürür. Bax, Bəli, bu bəli. ana olaraq diqqət edin. Mən həmişə elə uşaqlara 18 həmişə yaşlar. deyirəm, analiz lazımdır onlara. Çünki 9 rəqəmi ilə gələn uşaqlar mütləq, yəni o axır onlardan gedir o, onun qarşısını almaq lazımdır. Bu da bir iş. Mehbara Həsənova çox balacadır. Hələ darıxmayın. Çox 5 yaşı hələ olmayıb, 4 yaşında. Allah qorusun balaca Fatimə balamızı, bütün körpələri, balaları qorusun. Yazırsınız bilirəm, amma bizi də anlayın ki, biz də çatdıra bilək gərək. Yəni sırf bundan ötürü açmamış. Gözü bir dənə sual yoxdur. Hamı yazır mənim uşağım budur, mənim uşağım budur. O da bir tərəfdən yaşlı göz övladlarınızın taleyinə laqeyd yanaşmışsınız, amma burada biz ümumiləşdirilib deyil. 21. Məndən bəzən Bu soruşurlar. uşaqlar 21 rəqəmi ilə 3-dürlər, ya belə parlaq uşaqlardılar. Yəni özlərini göstərən, danışan, ondan sonra ən çox da deyim də 27 yaşdan sonra özlərini göstərməyə daha çox həvəsdir. Və sadəcə bunların karması var. O özlərini göstərən yoldan onlarda ola bilər ki, məsələn, göstərə bilməzlər. Qəbliyyət falan filan çox gözəl qəbliyyət. Üçlərin ümumiyyətlə olmayan qəbliyyətlər olur onlarda. Bir də bu uşaqları çox verici olmaqdan qorusunlar. Bir də ananın da karması bu uşaqların üstündədir. Və belə deyək də, verici ruhlu uşaqlardır. Nömrəsi gedir, zəng edə bilərsiniz. Lider, belə deyək də, olmaq istəyən varlıqlar olacaqlar. Və 3 rəqəmi ümumiyyətlə açıqdır, hər şeyə açıq olur. Sadəcə bunları körpəlikdən, uşaq vaxtından öyrətmək lazımdır ki, danışa bilsinlər, danışsınlar, sual versinlər, özlərini göstərə bilsinlər. Hətta bax, elə uşaq olur ki, heç istəmir göstərmək. Deyirəm ki, məcbur edin. Məcbur edin ki, çünki o onun əgər Varsa burada varsa, göstərməlidir də. bəli, var. Hətta bunun bax 3 dənə 3-ü var buradan. O 3 dənə 3 gedir onun strategiyasıdır. Bu pin kodunu da bilinç altında əgər bu gəlibsə, o uşaq oynamaq, şəkil çəkmək, rəsm, nə bilim, əsər yazmağa qədər, əl işləri, muncuq düzmək, yemək bişirmək, hər bir şey, bütün o qəbliyyətlər orada toplanıb. Digər ki, onu ortalığa qoyub ətrafa göstərmək, orada biraz çətinlik çəkirlər. Siz deyirsə fikirləşən elə adamlar var. Sanki o bilməyənlər bəzən açılır, ortaya danışır. O Bəli. hər şeyi yaxşı bildiyi halda, ideyanı verdiyi halda oturur orada. Bəzi bizim dostlar var, qəzetlərə məqalə yazır, Milli Məclis onu götürüb, öz adlarından da bəzi deputatlar. Bunu belə eləmək lazımdır, bunu belə eləmək. Halbuki ideyan bu bilirsiniz verir. nəyə O oxşayır? görünmür. Sonra da özünə bilirəm ki, yalancı təsəlli. Deyir ki, əsas odur, o dediyim, istədiyim oldu. Niyə sənin öz adından olmasın axı? O ideyanı falan keçir. Siz də tanıyırsınız, Yaşar Nuri var, onun short videoları tez-tez çıxır qarşımıza. Axır baxlar bir dənə onun videosu çıxmışdı, o qədər gülmüşəm. Deyir, elə ki, gördünüz kimsə Əssalamu əleyküm deyib başlayırsa, gülməlidir də. Bil ki, bu deyir, bunun altında ibarələr var, yəni özünü göstərmək var. Yəni, sanki mən buyam da, mən bu cürə danışıram. Var elə insanlar da oradan da. Və yaxud da ki, kimsə kabinetinə girirsən, hər yer fəxri fərmanlar yapışdırıb o hər yerə. Bu nə deməkdir? Yəni mən fərqliyəm. Olmayan bir şeyin göstəricisidir. Amma o göstərə bilməyənlər çox, mən zaten bilirəm, hər kəs bilir ki, mən bilirəm, belə olurlar. Ona görə bunlara bax, analiz ona görə lazımdır ki, sən ona öyrət ki, göstərsin. Təsir olur. Məsələn də, bu dəqiqə prezident harasa gində hamı ilə şəkil demir ki, çəkdirmirəm. Bir cənab prezident olar, sevcək, hamı da qoyur o profilə də tutaq ki. Bunun nəsə insana bu və ya digər formada təsiri varmı? Yəni, prezidentlə şəklini qoymaq. Prezidentlə ki, hansısa bir məşhurla, hansısa bir iş adamı ilə əl çatmaz olanlar var. Tutaq ki, nə bilim, tutaq ki, İlham Rəhimovla, Putinin tələbə yoldaşı, özə iş adamı,
Onunla müşakil ya necə müğənni ilə falan Bilirsiniz, olur. hər bir insanda Məncə o qısa dövrü bir şey ola bilər, enerji. Ya da göstərməksiz demiş. Bəlkə də heç təsiri yox. Özünü təsdiqləmə şeyi var da. Hər kəs özünü bir cürə təsdiqləmək istəyir. Yəni bəzi adam bir yerdə yaşadığı insandan kişi xeyla məsələn özünü təsdiqləyir, yoldaşının üstündə nə bilim 1000 dənə əzazil eləyir, ya deyir filan yerə getməyəcəksən, ay nə bilim mən saçımı kəsməyəcəksən, nə bilim yəni boş mənasız qısqanclıqlar hansı ki özünü təsdiqləmək istəyir bu adam. Liderliyini belə deyək də liderliyini təmin eləyir güya. O diktatordur, o liderlik deyir ki. Çöldə eləyə bilmir. Çöldə bu şeyləri yerinə qoyur. Heç olmasa evdə eləyim. Uşaqların yəni bağışlayın məni loru dilinə deyəcəm. Arvadın uşaqlarının üstündə eləyim bunu. Bax bu da belə bir şeydir. Yəni nə bilim vallah bəlkə də indi kimsə ondan fəxr eləyir. İndi mənim prezidentimdir, ondan şəklimi qoymuşam. Bəlkə fəxr eləyənlər də var. Amma yəni özünü təsdiqləmək mən çox görürəm. Məsəl üçün məndə qrup var da, qrupunda məsələn xanımlar danışanda görsən biri bir söz deyir, o biri tez ona zamечание eləyir ki, yəni qeyd edir ki, ha yox, bu belə deyil, belədir. Yəni özünü təsdiqləmə. Bu insana sahə yoxdur özünü təsdiqləsin. Göstərə bilmir. Enerji var, biraz qabiliyyətlər var. Amma özünü göstərməyə belə deyək də alan yoxdur. Alan nədir? Sahə. Onu özünü göstərməzsə, ona görə əlinə bir fürsət düşən kimi tez başlayır özünü gör. Oradan belə hər kəsin sözünü kəsər, hər kəsə bir şey. Bir sakit ol. Bir qadın xeylağı ümumiyyətlə sakit olmalıdır. Sakin hər bir şeyi qəbul etməlidir. Qadınlığın elə o ən baş ucalığı qadının sakit olmasıdır. Kəmal xanım, nəhayət ki bir dənə sual yazan oldu. Yəni ayrı sualdır. Bu rəqəmi hamı doğum tarixi göndərir. Murad bəy, bir dənə sizə də cavab verəcək. Siz ona qədər istəyirsiniz yazın. Bunları danışdım mən. Dedim də. Dediniz. Bir də 19 yanvar 1987. Murad Məmməd Rzayev adlı bir Qubadan yazıblar. Bayaqdan dağıtlar yazır. Deməli bir sual yazır. Karmanı aradan qaldırmaq üçün məsələn 7-dən karması var. O dualar etsə ölənlərinə, ata-anasına zikirlər etsə olarmı? O zikirlər karmasız da olar, hər zaman olar. Yəni yəqin aradan qaldırmaq, tutaq deyir 7-dən karması var. O dualarla onu aradan qaldırmaq olarmı? İstəyirsiniz yazın. Bayaq danışdım da 7-dən karma dedim axı. 7-dən karma. Bunu eləyirik də, yəni ata-anama dualar eləyirəm. Bu düzələr. Məncə dua ilə hər şey. Əlbəttə ki, ata-anasına da dua elə bilər. Nəslinə, kökünə eləsin ən birinci növbədə. Desin, başda atam filan kəs, anam filan kəs olmaqla, məsəl üçün, bu duaların savabını göndərirəm, yəni bütün nəslimə. Yəni 7-70 nəslimə. Əlbəttə olar. Buradan mən bu adamı hesablayırdım deyəsən. Görüm, doğrudanmı bunun 7-dən karması var? Baxaq görüm. Yox, bu o deyil, bu ayrı adamdır. Bu kimdir? 19-u birinci ay 1987. Bu Qubadan olandır. O Qubadan olan ayrıdır. Murad adında olan yazıb. Amma bunu sadəcə bir sual kimi gördüm. Onun aidiyyatı yox. Sonra 7-dən ən çox karmanı yerinə qoymaq üçün Allaha inanmaqdan əlavə güvənmək lazımdır. Sən əgər Allaha güvənməyə bacararsansa, yəni bax belə bir şey istəyirsən Allahdan da, sistemə qoşulmaq istəyirsən. Sən bir şey istəyəndə deyə bilsən ki, bax onu ürəkdən, amma elə belə dillə yox. Ürəkdən, sidq ürəkdən deyə bilsən ki, Allahım, versən də olar, verməsən də. Zaten mən bilirəm ki, versən nə yaxşı, verməsən bilirəm ki, ondan da gözəl bir planım vardır sənə. Daha gözəl bir şey, bəli. Bax, 7-nin karması budur. Bir də 7 heç kimi aldatmasın, hər kəslə güvənli bir insanlara verdiyi sözü ona söz verib gəlib. Mən insanlara verdiyim sözü tutacam. Yəni nəslim, köküm, soyum hardasa insanları güvənsiz vəziyyətə salıblarsa, mən salmayacam. Yəni bir də o deyirəm də güvən. Yəni güvəni yerinə qoymalıdır ki, Allahla olan güvəni yerinə qoymalıdır ki, güvənsiz insanlara rast gəlməsin. Xədicə Anayevan deyirsə, yazıb hamısı belə qəşəng sözlər yazıb. Bir də Fəxriyə xanıma təşəkkür eləmək istəyirəm. Alim xanımdır. O da sizi də soruşur, tez-tez sizə də salam söyləyir. Mənə də gözəl, çox gözəl, mənalı belə videolar göndərir. Fəxriyə xanım təşəkkür edirəm. Buradan da istəyirəm ona bildirim. Çox da gözəl səsi var, çox da gözəl bir xanımdır. Bəxtiyar Abbas, siz məsuliyyəti götürürsünüzsə, dediyiniz mövzuya keçək. Çünki burada hamı yazır, bax, bilirsiniz, insanların günah eləməyin, Ramazandır,
İndi bunun hamısını təbii olaraq çatdıra bilməz. İndi kimsə söyəcək, kimsə deyəcək, bir dənə mənim üçün oxumadı, falan eləmədi. Eləməyək. Yəni o Nə bizdən istəyir? də asılı. Yox, çoxlu yazmır. 200 keçdi artıq yazanlar. Yox, Təbii ki, Bəxtiyar yox, bəy. Bəxtiyar Abbas deyir, biraz da İranda baş verənlərdən danışın. Deyir, biraz da ondan danışsaq, artıq sizi də mən də söyləyəcəklər. Hamı bura ancaq rəqəm yazır da. Bir sağ olun, yaxşı əziyyət çəkişdir. Artıq biz 100 dəqiqədir efirdəyik. 100 dəqiqədir. 104 deyək də. Hə, yox 104 olmayıb hələ. 60-94. Burada çünki başqa cür görünür. Hə, saadım irəlidir yəqin. Nəysə belə 100 dəqiqəyə yaxın efirdəyik. Biz də əziyyət çəkirik. İftar da yarımçıq eləmişik. Dedik veriş başlayır. Hə, ona görə Bu adamda da çoxlu bir rəqəmi var. Bunun da Murad güvəni. səndən gedir söhbət. Bəli, Sizdən Muradın gedir. güvəni də nədənsə asılıdır. Bağımlı ola bilər nəylərəsə, siqaretə, içkiyə falan filan bu şeylərə qətiyyən. Bu neçə 87 təvəllüddür. Özgüvən problemi var. PIN-kodda da bir rəqəmindən özgüvən problemi var. Və bu da sevgi, şəfqət vermək, yəni verir ki, özü də alsın. Yəni sevgiyə, şəfqətə möhtac olan insandır. Yəni istəyər ki, sevəsin. 36-dan 9-dur. 36-dan 9-lar da biraz özəldir. Niyə? Bu insanda. Yəni hər kəsə kömək eləyər, yəni eləməyə çalışar, yardım, humanist, ədalətli. Yəni belə deyək də, onlardan istifadə edirlər həmişə. 9-lardan istifadə edirlər. Hələ bir 36-dan 9 olması da, yəni əslində bu adama doğru düzgün ona belə naviqasiya versək, çox gözəl nəticələr əldə edə bilər. Çünki 3, 6, 9, 3 yaratım, yəni sistemdir. 6 yaratmaqdır, 9 isə nədir? Şəfadır. Şəfa. Hadi bir-birini tamamlayır. Bəli, hamısı tamamlayır. Amma yəni çox böyük, yəni bağımlılıqlar var. Hə, əziz izləyicilər, bir daha deyim ki, günah eləməyin, nəsə çatdırmayanda, görməyəndə belə bax, lap ön yuxarıda başda Kəmal xanım nömrəsini vermişəm. Saçmışam ki, hamı görə bilsin. Bir yerə, bir dəftərin bir qırağına yazın. Zamanı gəldikcə suallarınızı verin, əlaqə saxlayın. İrana da toxunaq da. Çünki biz həssasıq, bölgəmizdir falan. Bəli. Bir şeydən istəyəm siyasi onsuz da danışır hər yerdə, kanalımızda da çox adam danışır. Bu psixologiyada, fəlsəfədə, deyəsən Çin pritçalarında yazılırdı ki, bir insan səhv eləyirsə, daha çox özü, ailəsi, ünsiyyətli olduqları əziyyət çəkir. Bir ailə səhv yaşayırsa, günahla yaşayırsa, qəsəbə ya kənd ya yaşadığı küçədə o şeylər olur. Amma deyir bir toplum bir kütlə böyük səhvlər eləyirsə, bu siz demiş o karmadan çıxa bilmirsə, böyük bir ölkə, nəinki ölkə, bəzən bütün bir bölgə, hətta dünya ondan əziyyət çəkir. Bəli. Bu İranda, Ukraynada baş verənlər bu şeydən doğmur sizcə? Sizin özünün belə yaxşı düşüncələriniz var, ona görə bəlkə numerologiya aiddir. Yəni bu insanların günahının səbəbi deyil, Mövlana deyir, çəkdiyiniz əzablar törətdiyiniz günahların nəticəsi deyilmi? Hamı ondan soruşur, bu niyə belə? Mən bacarmaya gedir, çəkdiyin əzablar törətdiyin günahların nəticəsi deyilmi? Bir dənə keçmişinə beləcə dön bax, keçmişə. Sənin gələcəyin O deyirlər ki, keçmişi unut. Keçmişi unutmaq mümkündürmü? Mümkündürmü? Sənin axı keçmişindən sənin gələcəyin qurulur. Bax, sənin bugünkü gündə elə bil o pilləkənsən və yaxud da ki, qapısan. Sənin keçmişin burada, onun sənin dalında gələcəyini qurmaq üçün sən. Keçmişindən asılıdır sənin gələcəyin. Sən keçmişdə hansı addımı atdın ki, indi gələcəkdə sən onu qurasan, yaradasan. Yox, dalda bu bünövrəni, altda nə var onu yığ, özün də bir belə səndələ orada. O, yəni bu qədər bunu düşünsünlər, bunu fikirləşsinlər. Sonra belə deyək də, mən elə ilk gündən ümumiyyətlə bu ölkələri idarə edən prezidentlər var, yəni onların başında duran. Dinimizdə nə deyilib? Belə bir hədis var ki, Peyğəmbərimizin əgər bir xalq bir günah eləyirsə, yəni yaxşı bir yolla getmirsə, həmişə onun başında duranlar, yəni o günah özlərinə layiq başçı gətirirlər. O günah onlarda, elə bil ki, onların günahı da, savabı da hər bir şeyi hökmdarın üstünədir. Və
Bu bugünkü günə qədər belədir. Yəni əgər çünki qərarları kim verir? Hökmdar verir, başda oturan verir. Xalq vermir ki qərarı. Çox da biz deyirik ki, ay xalq seçir, ay nə edir. O həmin o məsuliyyətin ən böyük hissəsi başçıya düşür. Başçının qərarından, başçının hərəkətindən, başçının danışığından, başçının diplomatiyasından, iradəsindən. Yəni belə baxanda, bax bayaq biz nədən danışdıq? O halva, xalava dedik, belə havaydan bir şey yoxdur, nədir? Bax biz bu Qarabağ savaşını qazanana qədər nələr çəkdik? Çox dərslərdən keçdik. Səhvlərlə, nələr keçdik? Mübarizələrlə, yanlışlıqlarla, doğrularla axırı gəldik. Bizim başımıza, Azərbaycanın başına gəlməyən o Minsk qrupu, nə bilim mən, bir başqası ATƏT, bunlar nələr eləmədilər? Hər il gəlirdilər, yeyirdilər, içirdilər, çıxırdılar, gedirdilər. Biz yana-yana qalırdıq ki, ay ermənilərin səsi eşidirdi, biz qaldıq, ay ruslar onların tərəfin. Yəni biz bunu yana-yana getdik. Amma axırında çatdıq. Ödədik də karmanı. Karmanı da ödədik, yerinə də çatdıq, yerbəyer də elədik. Daha doğrusu bugünkü gündə biz indi düzdür, bütün dünya çalxalanır bu dəqiqə. Bütün dünya çalxalanır və çox şeylər də ola bilər, olmaya da bilər. Amma yəni heç olmasa o mövqeyimizi biz 30 ilə bərkitdik. Amma elə yerlər var ki, məsəl üçün, necə deyim, Ukrayna indi 4 ildir müharibədir, 4 ildir, neçə ildir. Yəni bu müharibədə mən qalib gələcəm deyə, yəni bu nə qədər inandırıcıdır. Burada da siz demiş, Tanrı cəzalandırır. Əlbəttə. Kiyev, Moskva dedi 3 gün alıram. Kiyev dedi ki, belə olacaq. Heç birinə o dadızdırmır onu. Deməli ikisi də ödəməlidir. Bəli. Deməli belə çıxır ki, qırğınlar da ona görədir. Qırğınlar da olmalıdır. Qırğın hər gün 2000-ə qədər rus əskəri ölür. Heç təsəvvür edirsiniz. 1000 olsunlar. Bu dəhşət bir şeydir. İlin, bax, məsəl üçün, hər əsrin əvvəllərində özünüz bilirsiniz ki, qırğınlar, üsyanlar, müharibələr, belə şeylər olur da. Yəni 1900-cü illər 18, 19, 20 və 2000-də də oldu müharibələr. İlk 30 il adətən deyirlər. Hə, adətən, bəli. Bu, indi biz bunu yaxşı qanuna uyğunluq götürdük. Amma necə ki, bir insanın seçimi olduğu kimi, mən düşünürəm ki, hər bir prezidentin, hər bir ölkənin, hər bir millətin seçimi də var. Seçim də var. Yəni sən deyə bilməzsən ki, yox, hər şey belə olmalıydı. Millət də bir orqanizmdir, vahiddir. Hər şey belə, bəli, orada hüceyrələrə qədər. Yəni hər bir biz elə bil ki, biz bir ölkənin biz hüceyrələriyik. Yəni biz əgər bir fərd kimi götürsək, biz bax orada, bax bir insanın Sergey Nikolayeviç Lazarev bilirsiniz nə deyir? Deyir ki, rak ən qorxduğumuz xəstəlik rakdır da. Xərçəng. Xərçəng xəstəliyi o zaman əmələ gəlir ki, gör bu insan sahələri nə qədər bilir də. Bütün deyir hüceyrələr hamısı bir-biri üçün işləyir. Bax bədənimizdə belə qurulub bunlar. Bir hüceyrə başqası üçün. Biri o birisi üçün, bax biri o birisi nəsə ötürür, o birisi. O zaman deyir xərçəng xəstəliyi əmələ gəlir ki, bir neçə hüceyrə başlayır özü üçün işləməyə. Görün nə qədər sistem qırılır. Tam qəşəng. Dəhşətli bir şeydir. Dəhşətli bir şeydir. Yəni bunu insan anlayarsa ki, bəli, oradan o necə deyək, bax biz o fərd olaraq yəni hərə bir şey fikirləşsə, məsələn mənə dəyməyən ilan 100 il yaşasın. Mən nəyimə lazımdır dünyada nələr baş verir. Nə olur olsun. Yəni prezident də özü bilər nə istəyir eləyir müharibə. Halbuki məsəl üçün bax əgər sən bir hüceyrə olaraq fikirləşməsən ki, qonşumun oğlu getdi müharibədə, yəni yazıq öldü məsəl üçün. Sən bunu düşünməsən. İndi biz də bir hüceyrə olaraq belə düşünməliyik də. Uşaqlar, cavanlar məhv oldu. Düzdür, vətən uğrunda vuruşmaq o başqa bir şeydir. Vətənindən ötürü gedərsən, ölərsən. Amma bəzən xalqı bariz qırğına aparan bir şeylər var. Seçimlər var. Qarşı alına biləcək halda gedir. Və yaxud da ki, mənəm-mənəmlər var. Zaman-zaman neçə illər biz görmüşük mənəm-mənəm deyən diktatorların axırı nə olub? Nə qədər mənəm desələrdir. Hələ də olur. Hələ də olur. Yəni sən bu mənəm deyib, yaxşı bir canım var, fikirləşirsən ki, Allaha onu borcluyam da. Bəs millət, xalq, uşaqlar, qocalar, yəni bunlar, yəni mən düşünürəm ki, seçim məsələsi var və bu bir seçimdir. Allah da bizə verəndə demir ki,
Mən sizə elə bir şey yazmışam ki, orada gedib mütləq orada qırılacaqsınız siz. Mütləq qırılmalısınız ha. Bax belə bir şey deyil. İndi Allah deyir ki, sizə seçim vermişəm. Ağıl, göz, ağız, qulaq. Siz baxın, görün o müharibəni də necə edin, Strategiyası, harda. taktikası, Hətta Quranda kəşfiyyatı. bütün bunların şeyləri yazılıb, yolu yazılıb ki, bir ərlə arvadı barışdıranda yalan danışa bilərsən, bir də müharibə, torpaq uğrunda müharibədə hiylə edə bəli, bilərsən. hiylə edə bilərsən. Yəni bir dənə Quranı oxuyanda insan diqqətlə oxusa, orada əməlli başlı strategiya var. Hər şeyin strategiyası var. Yəni nə bilim, danışmaqla qutaran deyil. Belə, bax, yenə deyirsiniz, hətta İrandan da, əslində o gündəlik deyiləndən demədi, bax, mənasını dedi. Bu son Bəli, o indi son hərə hissəni özü çıxartsın o mənanı. ayrıca da paylaşacaq. Mən Kamala xanımı da çox yormaq istəmirəm. Artıq bizim 2 saata yaxın vaxtımız getdi. 1 saat 45 dəqiqə sizin hüzurunuzda olduq. Çalışacaq zaman çatdıqca belə sizlə ünsiyyətdə olaq, suallarınızı cavablandıraq. Yenə də bu Ramazan xətrinə xahiş edirəm, inciməyin. Biz də çatdıra bilmirik. Burada çoxlu yazıblar. 100-dən çoxdur. Bunu hərəsinə neçə dəqiqə vaxt ayırsa. Gələn verilişlərimiz. Gələn verilişlərdə deyirik, dəyərli dostlar. Aktiv oldunuz. 120 civarında axıra qədər baxanlar oldu. Mən daha çox başqa suallar da gözləyirdim, amma hamı ancaq təvəllüd yazıb, göndərib. Özdə biz deyirik bəlkə o geri dönüş edən oldu. Yeni yetmə uşaqlarda. Yox, indi nömrə var, dəyərli dostlar. Yəqin ki, indi söndürüb telefonu yandıranda, yəqin ki, orada biz fikirləri görəcəyik, müraciət eləyin. Ən azı biz rəqəmşünaslığın, numerologiyanın nə olduğunu düşünək ki, bu verişlərdə daddıra bilirik, mahiyyətini daddıra bilirik. Bilsinlər ki, bəli, heç nə təsadüfi deyil. Bizim bu hansı rəqəmlə gəlmək, mən keysarka olanlardan danışmıram, o keysəriyyə üsulu ilə, düzdür, orada da gələn qanuna uyğunluq var. 2 nəfəsi aldın, Oradan astrologiya deyir, artıq sayılırsan. Hə. Nə qədər təsadüfi deyil, nə qədər üst-üstə düşür, nə qədər mükəmməl bir sistem var. İlahi sistem nə qədər mükəmməl işləyir. Mən bunu hər gün görürəm. Yəni bu mümkün deyil ki, deyəsən ki, buradan bir dənə yalan oldu, buradan bir dənə əyri oldu. Yəni Allahın işi buna deyirlər də, Allahın sisteminin işi budur. Belə, dəyərli dostlar, daha bir maraqlı verilişimizi və canlı yayımımızı başa vurduq. Çox məhsuldar oldu, mən düşünürəm ki, həm belə deyim, cət reaksiyasını gördünüz, yerindəcə eksprompt şəkildə Kamala xanımın o hesablamalarını gördünüz. Həm digər sahələrdən danışdıq, xüsusən də girişdə çox unikal məsələlərə toxunduq və düşünürəm ki, həm hesablamalar, hətta burada başqasının hesablanmasından da siz nəticə götürə bilərsiniz. Çünki orada ayrı-ayrı rəqəmlərdən danışır, o siz öz payınıza da oradan nəsə götürə bilərsiniz. Belə, qonağımız da, həm söhbətimiz də kanalımızın yaraşığı olan Kəmalə Mürsəlova idi. Tanınmış numeroloq, pedaqoq, ziyalı bir insan, Azərbaycan qızı. Sağ olun, salamat qalın, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.